Axşamınız xeyir dostlar. Bütün iştirakçıları salamlayıram. Bütün iştirakçıları bir daha salamlayıram dostlar. Bugünkü master klasımıza bu qədər iştirakçı sayı görmədi. Oradan da çox xoşdu. Hətta siyahıya baxıram, görürəm ki, tanış adlar, tanış simalar gəlir və hətta bu like'ları, ürəkləri göndərənlərin sırasında da görürəm tanıdığım şəxsləri. Hər kəsi bir daha salamlayıram. Doğrudan da sizi yenidən görmək və yeni iştirakçılarımız da varsa təbii ki burada hər kəsi salamlayıram. Hər birimizin əslində vaxtı dəyərlidir və düşünürəm ki, bizim bu dəyərli vaxtımızı master klasslara, seminarlara, təlimlərə sərf edəcək insanlar çox şeyə nail olacaq gələcəkdə və doğrudan da bu kimi insanların ətrafında olmasına çox sevinirəm. Deməli dostlar, bugünkü qısaca olaraq özüm haqqında məlumat vermək istəyirəm. Düzdür, tanıyanlar, bilənlər bilir, amma əminəm ki, aramızda yeni iştirakçılar, yeni qatılımcılar var və qısaca olaraq özüm haqqında deyim. Deməli, mən Nərgiz Məmmədova, ilk öncə özümü təqdim edim. Nərgiz Məmmədova, HR sahəsində uzun müddətdir ki, mən çalışıram. Kifayət qədər düşünürəm ki, təcrübəm var. Hətta onu deyim ki, HR sahəsinin bir sıra qollarında təcrübə qazanmışam. Bu həm işə qəbul ola bilər, həm əmək hesablanmasındadır, əmək qanunvericilidir. Və eyni zamanda da sizə qeyd edim ki, bir müddət öncə 2021-ci il idi, səhv etmirəmsə. Səsim gəlir. Sizin gəlir Sahil bəy. Başlayın, bir sual vermək olar təlim başlamamış. Buyurun. Nərgiz xanım, mən ümumiyyətlə payrolla marağım çoxdur, yəni əmək haqqı hesablanması, amma bundan da əlavə məzuniyyət, ezamiyyət, xəstəlik vərəqəsinin hesablanması, buna aid yəni materiallar axtaranda necə öyrənmək olar? Yəni sırf məzuniyyət, ezamiyyət bunlar. Bunun üçün Sahil bəy ilk öncə bizim kurslarımıza qatılmalısınız. Çünki bu qeyd etdiyiniz bütün mövzuları biz dərs zamanı keçirik. Həm əmək qanunvericiliyidir, həm məzuniyyətlərdir, həm ezamiyyətlərdir, xəstəlik vərəqəsidir, müavinətlərdir, iş vaxtıdır. Yəni bunların hamısını biz toplu şəkildə kurs vaxtı keçiririk. Bizim bilirsiniz ki, həm kadr inzibatçılığı kursumuz var. Orada da ayrıca əmək qanunvericiliyi modulu var və mən hal-hazırda əmək qanunvericiliyi modulu üzrə təlimatçılardan biriyəm. Bizim kifayət qədər peşəkar təlimatçılarımız var və eyni zamanda da HR MBA proqramı var. Bilmirəm, yəqin ki, eşitmişsiniz bunun haqqında. HR MBA ümumiyyətlə bir kompleks bir təlimdir və orada da təbii ki, bizim əmək qanunvericiliyi modulu mövcuddur. Yəni, siz bu mövzuları öyrənmək istəyirsinizsə, detala girmək istəyirsinizsə, təbii ki, o kurslardan birindən qatılmanızı tövsiyə edirəm. Çünki bu mövzular istər-istəməz uzundur və hətta bugünkü master klassımızda göstərəcəm ki, hər şey bir-birindən bağlıdır. Yəni, biz əmək haqqıya toxunuruq, tamam, amma digər sahə deməyim, amma digər bölmələrə də toxunmuş oluruq. Yəni, istər-istəməz bunlar hamısı bir bağlıdır. Amma payroll təbii ki, bu biraz daha məsuliyyətli bir işdir. Bilirik ki, əmək haqqı da, əmək haqqı hər birimizin həssas bir yeridir. Ona görə bilməyimiz lazımdır təbii ki, amma hər şeydən maraqlanırsa, yəni hər bir sahəni öyrənmək istəyirsə, təbii ki, kurslara mütləq şəkildə qatılmağınızı tövsiyə edirəm və orada da biz daha dərindən bütün bu mövzular tanış oluruz. Çünki bu günləri bilirik ki, master klassdır, vaxt məhdudiyyətimiz var, 1 saat, saat yarım ərzində, saat yarımda biz bunları keçəcəyik. Daha doğrusu bu əmək haqqının hesablanmasını keçməyə çalışacaq, amma daha dərin təbii ki, kurslara. Yəni, bu şəkildə yönləndirə bilərəm sizi. Deməli, dostlar, özüm haqqında məlumatı tamamlayım. Tamam, deməli, biz əsas iş yerim olaraq mən hal-hazırda Soliton şirkətində çalışıram. Bilməm, eşitmişsə yox, o da ki, nəyə görə bunu deyirəm? Yəni, ümumiyyətlə, tamam başqa bir sahədən başlamışdım. Yəni, HR-lığı bilmədən, marketingdən başlaya-başlaya sonra özümü HR-lıqda tapdım. Sağ olsunlar, məni keçirdilər bu sahəyə. Ondan sonra özümü inkişaf elətdirmək üçün kurs axtardım və bizim hər birimizin sevdiyi, tanıdığı HR optiona yazıldım və mən vaxtı ikən HR MBA-in tələbəsi olmuşam. HR MBA 3-cü qrupun tələbəsi olmuşam və hal-hazırda orada göstərdiyim nailiyyətlərə görə HR option rəhbərliyi sağ olsun məni təlimatçı olaraq irəli sürdü və artıq 4 ildir ki, mən sizinlə birlikdəyəm, sizinlə öz təcrübəmi paylaşmağa çalışıram. Bu əslində HR option işi mənim üçün
necə sizə deyim, tam olaraq qazanc yeri kimi deməyim, təbii ki, iş yeri falan hamısı biridir. Amma burada sizinlə, iştirakçılarla ünsiyyətdə olmaq mənə tamamilə başqa bir enerji verir. İlk öncə mənim paylaşma şansım var, təcrübəmi paylaşma şansım var və ikinci bir məsələ sizlərdən, siz iştirakçılardan, sizin suallarınız, sizin düşündürücü hər hansı bir qeydləriniz, praktika ilə bölüşməniz şəxsən bizi təlimatçılara çox öyrədir və ona görə də sonuna qədər təlimatçı olaraq çalışmağa davam etməyə çalışacağım. Bu kimi master klassları təbii ki sonuncu deyil, birinci deyil, sonuncu deyil inşallah və bu kurs və bu master klass sayəsində məndə olan bütün biliklərimi sizinlə paylaşmağa çalışacağım. Çox vaxtınıza girmək istəmirəm dostlar. Sizin hər hansı bir sualınız varsa, təbii ki, çalışaq dərsin sonuna saxlayaq və yaxud da ki, özünüz üçün qeyd edirsiniz və yaxud da ki, chat var, bilirsiniz, chatda öz suallarınızı yaza bilirsiniz. Əlimizdən gəldiyi qədər çatdırmağa çalışacağıq. Vaxtımız bitdikdə isə bu suallarınızı, yəni kimizə ekstra bir vacib bir sual olsa, toxunulma, çatdırmadığımız suallar olsa, dərsdən sonra o suallara cavablanıb sizə geri dönüşlər olunacaq. Deməli belə, master klassda deməli hardasa 1 saat, saat yarım nəzərdə tutulub. Çox xahiş edirəm mikrofonlarımızı nəzərə alaq, mikrofonlarımızın sönülü olması nəzərə alaq, nəzarətdə saxlayaq, üzr istəyirəm. 40 dəqiqə, yarım saat ərzində mən danışacağım, ondan sonra sizin sual-cavabınıza keçəcəm. Çalışaq bir-birimizi kəsməyək, nəyə görə? Çünki mövzu bəzən bir-birimizi kəsəndə mövzu itə bilər arada, anlaşılmayan bir hala gələ bilər. Ona görə bir-birimizə, hər birimizə digər iştirakçılardan, yəni 145 nəfər qatılıb, kiminsə mikrofon açılması və yaxud da ki, növbəsiz qoşulması digər iştirakçılara qarşı da biraz həssas məqam ola bilər. Ona görə bir-birimizə hörmətlə yanaşaq. Deməli, dostlar, mən yavaş-yavaş ekranı paylaşmaq istəyirəm. Prezentasiyamın, yəni təqdimatı bir gün içində hazırlamışam. Hər hansı bir səhv olsa, qrammatik səhv olsa, ümidvaram ki, çox qınamazsınız məni. Tak. Ekranım paylaşıldı və master klassımıza başlamış oluruq. Deməli, əmək haqqı hesablanması mövzusu üzrə bizim bugünkü master klassımızda bir daha hər birinizi salamlayıram. Bugün hansı mövzulara toxunuruq dostlar? Bugün əmək haqqı anlayışına, yəni əmək haqqı nədir, nələr daxildir, əmək haqqının hesablanması və əmək haqqı ilə bağlı xüsusi bir hallar, xüsusi bir qeydlər. Yəni, 1 saat ərzində çalışacaq, bunların hamısının üzərindən keçək. Təbii ki, əmək haqqı modul deməyim, mövzusunu öyrənmək üçün ilk öncə əmək haqqı nədir öyrənməliyik. Bunun üçün biz Əmək Məcəlləsinin 154-cü maddəsinə istinad edəcəyik dostlar. Burada rəsmi olaraq açıqlaması yazılır. Bu nədir? Müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş işçinin gördüyü işə və yaxud da ki, göstərdiyi xidmətə görə işə götürən tərəfindən ona ödəniləcək günlük və aylıq məbləğdir və ondan əlavəsi mükafatı və s. Yəni, bu olaraq rəsmi adıdır, amma qısaca olaraq deyək nədir? Əmək haqqı nədir? Bizim əməyimizin haqqıdır. Yəni, bir işçinin gördüyü müəyyən bir işə görə, göstərdiyi əməyə görə, verdiyi əməyə görə əldə etdiyi məbləğdir. Bu, əmək haqqıdır. Biz el arasında ona hətta maaş da deyirik. Amma bunun adı əmək haqqıdır və bunun açıqlamasını da birazdan verəcəm. Deməli, əmək haqqı ilə bağlı olan bütün qeydlər, yəni əmək haqqının məbləğidir, əmək haqqının verilən müddətləridir, yəni bütün detallar mütləq şəkildə əmək müqaviləsində qeyd olmalıdır. Nəyə görə? Çünki bizim Əmək Məcəlləsinin 43-cü maddəsi var ki, bizə deyir ki, müəyyən bir işçi ilə işə götürən arasında əmək şəraiti şərtləri razılaşdırılır və o əmək şəraiti şərtlərindən biri də əmək haqqıdır. Yəni, biz bunu mütləq şəkildə əmək müqaviləsində qeyd etməliyik. Bu, əsas şərtlərdən biridir. Nə vaxt verilir, hansı günlərdə verilir, ayda neçə dəfə verilir, nə qədər verilir, əmək haqqının hissəsi barəsində bütün məlumatları orada qeyd edirik. Ümumiyyətlə, dostlar, bu master klassı biraz suallar üzərindən verəcəyim. Deməli, misal üçün, əmək haqqı nədir? Bildik. Əməyin ödənməsinin təminatları haqqında nə bilməliyik? Yəni, bizə biz suallar verir və o sualların bir-birinin üzərindən cavablandırma aparırıq. Deməli, əməyin ödənməsinin təminatları haqqında nə bilməliyik? İlk öncə bilirik ki, işə götürən
yəni çalışdığımız müəssisə maliyyə durumundan, maliyyə vəziyyətindən asılı olmayaraq işçinin gördüyü işə müvafiq olaraq ona müəyyən edilmiş müddətdə, müəyyən edilmiş məbləğdə əmək haqqını mütləq şəkildə ödəməyə borcludur. Yəni burada borcludur sözü, yəni belə bəlkə də qırmızı ilə vurulamaq lazımdır ki, mütləq şəkildə ödəməlidir. Əmək haqqı kimlərə verilir? Düşünəndə isə əmək haqqı əmək müqaviləsi əsasında işləyən bütün işçilərə verilir. Burada dövlət sektoru, özəl sektoru fərqi yoxdur. Burada ola bilər ki, müəllimlərdir, həkimlərdir, hərbi hüquq mühafizə orqanlarının əməkdaşlarıdır, fəhlələrdir, mütəxəssislərdir. Bütün işçilərin əmək haqqısı ödənməlidir. Məbləğ nə qədər olur sualı gəldikdə isə, baxın, əmək haqqı məbləği fərqli sahələrdə, fərqli vəzifələrdə çalışan işçilərdə iş saatına, vəzifəsinə görə, işlədiyi müəssisəyə görə, sahəyə görə dəyişilə bilər. Yəni, hər hansı bir məhdudiyyətlər ki, misal üçün, burada insan resursu mütəxəssis və bir B şirkəti var. B şirkətində işləyən insan resursu mütəxəssis əmək haqqları eyni olmalıdır deyə bir anlayış yoxdur. Hətta sizə bildirim ki, 2 dənə insan resursu mütəxəssisin gördüyü işə görə, yəni əmək funksiyalarına uyğun olaraq fərqli əmək haqqları da verilə bilər. Minimum hədlər var, təbii ki, onu növbəti slaydlarda keçirik, amma maksimum hər hansı bir hədd yoxdur. Yəni, əmək haqqının müəyyən bir məbləği deyilən bir şey yoxdur. Ödənilmə nə vaxtdan başlayır? Yəni, əmək haqqını biz nə vaxtdan başlayırıq ödəməyə? Bu sual da gələ bilər, amma burada cavab çox sadədir. İşçinin işə başlama tarixindən sonra başlanır. Belə bir məqamda dostlar, biz bilirik ki, işçinin işə qəbul olunarkən bilirik ki, müqavilə müddətləridir, anlayışı var. Buna düzdür, bugünkü mövzu deyil. Bəzi hallarda ola bilər ki, işçinin əmək müqaviləsi, misal üçün, mayın, aprelin 30-unda bağlansın, amma işçi özü olaraq mayın 1-dən işə başlasın. Yəni, işçinin işə başlama tarixi mayın 1-dir. Yəni, işçinin əmək haqqı mayın 1-dən hesablanır. Və bu halda da dostlar bizim belə bir sualımız yaranır. Biz deyirik ki, işə başlama tarixi. Biz əmək haqqını işə başlama tarixindən veririk. Bəs biz dərs vaxtı tez-tez belə bir suallar gəlir bizə ki, sınaq müddətində əmək haqqı ödəyə bilirik? Daha doğrusu ödəməliyikmi? Belə bir suallar tez-tez gəlir bizə. Dostlar, bunun üçün ilk öncə sınaq müddəti nədir bilməliyik. Bəzi hallarda biz işçini işə qəbul edəndə işçiyə sınaq müddəti təyin edirik. Bunun səbəbi isə, bunun məqsədi isə işçinin müəyyən bir əmək funksiyasını icra etmək bacarığını yoxlamaqdır. Yəni, onun qısaca olaraq peşəkarlıq səviyyəsinin yoxlanması üçün tətbiq olunur sınaq müddəti. Və sınaq müddəti, baxın, burada bir cümlədə qeyd olunub, deməli, peşə bacarıqlarını, işə uyğunluğunu yoxlamaq məqsədləməkdir və faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. Yəni ki, görürsünüz, burada nə deyir? Deyir ki, faktiki olaraq əmək funksiyasını, yəni işçi işləyir, işçi əmək sərf edir, əmək funksiyasını icra edir. Bu deməkdir ki, artıq işçinin işə başlaması həyata keçirilir. Yəni, biz mütləq şəkildə onun əmək müqaviləsi üzrə əmək haqqısını ödəməliyik. Sınaq müddətinə işçini qəbul etsək, daha doğrusu işçini işə qəbul edərkən sınaq müddəti təyin etsək də, biz ona mütləq şəkildə əmək haqqı ödəmək məcburiyyətindəyik. İndi bəzi detallar var, yenə də bugünkü mövzu deyil, sınaq müddəti təyin olunur, təyin olunmur, kiməsi təyin olunur. Misal üçün, yaşı 18-dən az olan işçilərə ümumiyyətlə sınaq müddəti təyin etmirik. Ona görə də, yəni, bu normal bir, bu sualın aktuallığı ümumiyyətlə itir. Belə. Dostlar, hər hansı bir səs qırıntısı nəsə olsa, bizim əməkdaşlarımızdan xahiş eləyəcəm ki, mənə bildirsin. Çünki chatda yazılan hər bir şeyi təəssüflər olsun ki, çatdırmaram oxumağı. Nəsə bir səsdə problem olsa, nəsə bir texniki problem olsa, mənə bildirmələrini xahiş edəcəm. Deməli, bununla keçid edəcəm növbəti slaydımıza. Çünki ümid edirəm ki, bu kimi sual, bu başlanğıc suallarımızı da bizim növbəti sualımız, dostlar, əmək haqqı hansı hissələrdən ibarətdir? Deməli, əmək haqqı ümumiyyətlə fərqli şirkətlərdən fərqlənir. Yəni, struktur qaydadan əmək haqqını ödəməsi strukturu. Amma adətən standart bir komponent deyilir buna, standart bir hissələrdən tərtib olunur əmək haqqı. Deməli, nədir bu?
tarif maaşı. Yəqin ki, nəyə görə bayaq sizə qeyd etdim ki, əmək haqqı. Biz dilimizdə öyrəşmişik, maaş almışam, maaş verdim, maaşın nə qədərdir. Yəni bu sözdən istifadə edirik, amma normalda bizim bildiyimiz maaş normalda əmək haqqıdır. Sadəcə tarif maaşı nədir? Onun izahının üzərindən qısaca olaraq keçəcəm. Deməli, dostlar, tarif maaşı bizim əmək haqqının əsas hissəsidir. O da ki, görürsünüz, işin mürəkkəbliyindən asılıdır. Yəni, işin mürəkkəbliyi, əməyin gərginliyi, işçinin ixtisas səviyyəsinə görə təyin olunur. Bu bizim baza hissəmizdir, əsas hissəmizdir. Tarif maaşı mütləq şəkildə təyin olunur. Yəni, digər hissələrin hamısını qoyuram bir qırağa, amma tarif maaşı mütləq şəkildə olmalıdır. Bir işçinin əmək haqqısı yalnız tarif maaşından ibarət ola bilər. Yəni, bu bizim əsas hissəmizdir. İkinci isə bizim əmək haqqına əlavələrdir. Dostlar, əmək haqqına əlavələr, bu görürsünüz, əmək haqqına, yəni tarif maaşına olan əlavə ödənişlərdir. Yəni, bu da ki, işçinin əmək şəraitindən asılıdır və yaxud da ki, həvəsləndirmə məqsədi ilə işçiyə təyin olunan bir əlavə hissədir. O da istər-istəməz tarif maaşına. Bu konkret bir rəqəm də ola bilər, bu tarif maaşı üzrə bir faiz də ola bilər. Misal üçün 20% ola bilər, 10%, 5% iş şəraitindən asılı olaraq növbəti slaydlarda görəcəksiniz ki, fərqli-fərqli əmək haqqları ödəmə məcburiyyətimiz var. Və bizim üçüncü hissəmiz nədir? Mükafat hissəsidir. Əməyin kəmiyyət və keyfiyyətindən yüksəldilməsi üçün. Yəni, biz buna motivasiya deyirik. Yeni bir, müasir bir dillə desək, işçilərin motivasiya olması üçün, maddi marağın artması üçün və əmək haqqı sistemində nəzərdə tutulan qaydaya uyğun olaraq verilən həvəsləndirici pul vəsaitidir. Dostlar, əmək haqqının ümumiyyətlə bizdə praktikada olub ki, fərqli-fərqli biz mükafat növləri görürük və işçilərə fərqli-fərqli mükafat növləri ödənilə bilər. Əmək haqqı fonduna aid olanları var və olmayanları var. Misal üçün, mənim ad günümə, rəhbərlik müəssisədəyim, bir misal üçün 1000 manat məbləğində mükafat verirsə, bu təbii ki, əmək haqqı fonduna daxil edilir. Amma burada görürsünüz, yəni sırf işlə bağlıdırsa, misal üçün, bir KPI-lara bağlıdırsa, hər hansı bir KPI-lara bağlıdırsa, hər hansı bir görülən işə görədirsə, bu təbii ki, əmək haqqı fonduna daxil olunur. Yəni, amma diqqət etməliyik də. Yəni, bu, indi növbəti slaydlarda da görəcəksiniz, bəzən nəzərə alınan, alınmayan ödənişlər anlayışı var bizdə və misal üçün, dediyim kimi, ad günə görə, hər hansı bir, misal üçün, əmək pensiyası aldığına görə, yəni fərqli-fərqli, yəni uşağın doğulması ilə bağlı hər hansı bir mükafatlar ola bilər və yaxud da ki, ümumiyyətlə, əmək funksiyalarına aid olmayan başqa bir iş görübsə, yəni bununla bağlı təbii ki, bu artıq əmək haqqı fonduna aid olmayan mükafatlar hesab olunur. Yəni bu bizim əmək haqqımızın əsas hissəsidir. İndi praktikada daha çox bunlar istifadə olunur. Amma dediyim kimi, tarif, vəzifə maaşı mütləq şəkildə olmalıdır. Bu bizim əmək haqqımızın baza hissəsidir. Və bayaq ondan öncə sizə limitlər haqqında dedim, yəni hər hansı bir məhdudiyyətlər yoxdur. Lakin onu qeyd edim ki, tarif maaşında bizim müəyyən bir məhdudiyyətlərimiz var. Bu məhdudiyyətlər təbii ki, yüksək deyil, minimum limitləri var. Minimum limitlərdə biz növbəti slaydımızda bu suala cavab alacağıq ki, işçi ən azı nə qədər əmək haqqı almalıdır. Bu sual gələndə, dostlar, bizim ağlımıza ilk gələn nə olur? İlk gələn minimum əmək haqqı anlayışı gəlir. Yəni, bu da ki, onu deyim ki, Əmək Məcəlləsinin səhv etmirsə, elə maddə 9 idi, səhv etmirsə, tam dəqiq yadımda deyil. Belə bir ifadə var ki, işçi müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq əsas hüququdur. Yəni, işçinin əmək haqqısı minimum əmək haqqıdan aşağı olur. Yəni, minimum əmək haqqının açıqlaması da burada özü də görürüz kimi, iqtisadi, sosial şərait nəzərə alınmaqla qanunvericiliyi ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsi müəyyən edilən sosial normativdir. Yəni, görürsünüz, ən aşağı səviyyəsi əmək haqqını burada klüçevoy bir açar sözlər var da, buradan seçirik ki, əmək haqqının ən aşağı səviyyəsidir. Yəni, minimum əmək haqqından aşağı, amma dostlar, bir qeyd də var. İkinci bir cümləni oxusaq, burada görür ki, aylıq iş vaxtı normasını işləyibsə və əmək funksiyasını yerinə getiribsə işçi, o zaman minimum əmək haqqından az ola bilməz. Təsəvvür ki, işçi
misal üçün ayın 1-dən deyil, ayın 25-dən işə qəbul olunub. Təbii ki, o görürsüz iş vaxtı normasını yetirilməmiş oldu. Beləliklə onun əmək haqqısı minimum əmək haqqından az ola bilər. Amma işçi öz tam normasını işləyibsə və tam iş rejimi üzrə çalışırsa, təbii ki, burada minimum əmək haqqından az ola bilməz. Və onu da qeyd edim ki, yanvar ayının 1-dən etibarən minimum əmək haqqı bizə 400 manat təyin olunub. Ondan öncə 345 manat idi, hal-hazırda 400 manat idi. Yəni o minimumlar artdı. Təbii ki, minimumlar artdıqca əmək haqqı strukturlarında, müəssisələrdə dəyişikliklər olur. Onlar qalxdıqca bizim maaşlar da qalxır və bu bizim ən sevindiyimiz günlərdən biridir. Deməli, dostlar, minimum əmək haqqı belə bir siyahımız da var. Nələr daxildir, daha doğrusu nələr daxil edilmir. Yəni biz, misal üçün, deyirik, minimum əmək haqqı 400 manatdır. Bəziləri düşünə bilər ki, həmən tarif maaşı 300 manat yazım, üzərinə bir 100 manat mükafat yazım, nə bilim, əlavəsini falan yazım, olacaq 400, hə, sevindim. Əslində elə deyil, dostlar. Həmin görürsünüz, əmək haqqı sistemi nəzərdə tutulan mükafatlardır, əlavələrdir, artırımlardır, iş vaxtından kənar vaxtda görülən işlərdir və digər ödənişlərdə onlar daxil deyil. Yəni, bunlar minimum əmək haqqıya daxildir. Yəni, minimum əmək haqqı dediyimiz tarif maaşına da aiddir. Yəni, bir insan 400 manatdan aşağı əsas əmək haqqı ala bilməz. Onu alırıq, üzərinə də təbii ki, mükafatlardır, əlavələrdir, əmək şəraitinə görə, vaxta görə, yəni bunlar bütün ödənişlər üzərinə gəlir. Amma minimum əmək haqqı, dostlar, ümumiyyətlə, işçilərin yaşayış səviyyəsini qorumaq məqsədi ilə müəyyən olunur dövlətimiz tərəfindən və minimum əmək haqqı ölkənin iqtisadi vəziyyətindən, sonra inflyasiya vəziyyətindən asılı olur. Ümumiyyətlə, digər amillər də var ki, onlar təsir edir və mütəmadi olaraq minimum əmək haqqı yenilənir. Elə qeyd etdiyim kimi 345 idi, hal-hazırda oldu 400. Və minimum əmək haqqı necə tərtib olunur, necə hazırlanır, necə təyin olunur, bunu bilmək üçün təbii ki, bizim bir neçə dənə də anlayışı bilməmiz lazımdır. Düzdür, bəlkə də biz bunu işimizin özündə tətbiq etmirik, amma bir HR mütəxəssisləri, peşəkar, xüsusilə payroll hazırlaşan insanlar mütləq şəkildə bu detalları bilməlidir. Ən azından özümüzü inkişaf etdirək. Deməli, dostlar, ilk öncə nə olur? Minimum istehlak səbəti hazırlanır. Ondan sonra yaşayış minimum təyin olunur və yaşayış minimumundan sonra da bizdə nə olur? Minimum əmək haqqı təyin olunur. Yəni, baxın, minimum istehlak səbətinə nələr daxildir? Ümumiyyətlə, belə bir anlayış var ki, bir insanın və yaxud da ki, bir ailənin gündəlik həyatını təmin etmək üçün vacib olan məhsul və xidmətlərin bir toplusudur, bir siyasıdır və onların məbləğləridir. Minimum istehlak səbətinə nələr daxildir? Özünüz görürsünüz ki, baxın, ərzaq məhsullardır, misal üçün un ola bilər, şəkərdir, meyvədir, tərəvəzidir, ətidir, balığıdır, yəni bu kimi qida məhsullarıdır. Qeyri-ərzaq məhsulları nə ola bilər? Geyim ola bilər, dərman ola bilər, sonra məişətdə istifadə etdiyimiz məhsullardır, elə texnikalar da ola bilər. Yəni bunların hamısının toplusudur. Xidmətlərdir. Xidmət nədir? İşıq, qaz təchizatıdır, kommunaldır, rabitədir, internetdir. Yəni çox qiymətlərimiz var. Yəni onların hamısını toplayırlar. Yoxlayırlar ki, hə, bir insan, indi orada hesablama üsulları var da, bəzilərin illik, bəzilərin aylıq, bəzilərin günlük falan hesablayırlar və müəyyən bir məbləğ çıxardılar. Həmin o minimum istehlak səbəti təyin olunduqdan sonra nə olur? Biz yaşayış minimumu təyin edirik. Yaşayış minimum özü də minimum istehlak səbəti və əlavə icbari ödənişlərdən ibarət olur. İcbari ödənişlərdə misal üçün nə kimi ola bilər? Torpaq vergisi, əmlak vergisi, icbari sığorta ödəmələrimiz olur, fərqli ödəmələr olur. Onlar icbari ödənişlər hesab olunur və yaşayış minimumu təyin olunur. Artıq yaşayış minimumu hazır olduqdan sonra biz nə edirik? Həmin o dediyimiz minimum əmək haqqı təyin olunur, pensiyalardır, təqaüdlərdir, sosial ünvanlı yardımlardır, sonra müavinətlər, yəni bunlar artıq təyin olunur. Yəni hər şeyin bazasında minimum istehlak səbətidir. Və tövsiyə edirəm ki, vaxtınız olarkən özünüz üçün, yəni bir inkişaf üçün özünüz bir açıb baxasınız ki, mən bir insan olaraq nə etməliyim, nələr yeməliyim, nələr istifadə edə bilərəm. Yəni ən azından yaşamaq üçün deməyim, amma həyatda qalmaq üçün nəzərdə tutulur. Yəni bu bizim minimum əmək haqqıdır və unutmuruq ki, minimum əmək haqqı bugünkü günlərdə 400 manatdır, 400 manatın aşağı tam iş rejimi ilə iş vaxtı normasını işləmiş işçilər bu məbləğdən az əmək haqqı deməyim, tarif maaşı ala bilməz. Ümumiyyətlə, əmək haqqı ala bilməz. Növbəti slaydımıza keçid edirəm, dostlar.
Əmək haqqının ödənilməsi və nə vaxt həyata keçirilməlidir? Ümumiyyətlə, əmək haqqı dediyimizdə müəyyən bir müddətlərlə rastlaşa bilərik ki, bunun ödəməsidir falandır. Hansı müddətlərə biz diqqət yetirməliyik? Bu da əslində burada göstərilir. Deməli, işçinin aylıq əmək haqqının ödənilməsi ən azı ayda bir dəfə ödənməlidir. Bəzi müəssisələr var ki, orada əmək haqqını 2 hissəyə bölərək avans şəklində də ödəyirlər. Düzdür, burada müəyyən bir məhdudiyyətlər var ki, avans ödənişlərin arasında gün fərqi hədləri var, onu da nəzərə almaq lazımdır. Amma avans ödənişinin, yəni ki, bir hissəsini, əmək haqqının bir hissəsini ayın ortasında misal üçün ödəyirlər və digər hissəsində, qalıq hissəsini, əsas hissəsini müəyyən bir müddətdən sonra, yəni ayda 2 dəfə də ödəmə mümkündür. Ödəmə günü. Dostlar, öncəki səhifəmizdə qeyd etmişdik ki, biz bütün məlumatları, əmək haqqı ilə bağlı bütün məlumatları əmək müqaviləsində mütləq şəkildə əks etdirməliyik. Və əməyin ödənilmə günü də eyni şəkildə biz əmək müqaviləsində əks etdirməliyik. Yəni, misal üçün, bir işin əmək haqqısı ayın 1-dir, 30-dur, 31-dir, yəni bu şəkildə yazılır. Nə vaxt, nə hansı şəkildə əmək haqqısını işçi əldə edir. Və belə bir hallar baş verir ki, bəzən istirahət və bayram günlərinə təsadüf edir həmin o ödəmə günləri. Elə nümunə olaraq mart ayımızı götürək. Düzdür, mart ayında 5 günlük iş rejimlə çalışan şəxslərdə iş vaxtı martın 19-u bitir. Ondan sonra mart ayında iş günü olmuyor. Və təsəvvür edin ki, ay sonu əmək haqqı alan şəxslər, misal üçün əmək haqqısı 30-31-i normalda ödənilən müəssisələr var. Həmin o müəssisələr əmək haqqılar nə vaxt ödədilər? Ayın 19-u. Yəni ki, qeyri iş günündən əvvəlki son iş günündə, yəni ayın 19-unda. Görürsünüz, bu bizə birbaşa nümunə oldu ki, belə bir hallarda təbii ki, mümkün dedik də bu şəkildə olunmalıdır. Bu bir qayda olaraq, yəni biz gözləmirik ki, mart ayı bitsin, sonra oturaq onları hesablayaq, ondan sonra əmək haqqları keçəcək. Mütləq şəkildə əvvəlki iş günündə verilir. Müqavilə xitam vaxtı ödənişlər. Dostlar, müqavilə xitam vaxtı ödəniş işçinin son iş günündə. Yəni, əmək müqaviləsində xitam verdiksə, biz bu işçinin tam olaraq bütün əmək münasibətlərimizi bitiririk. İşçi ilə sağollaşırıq. Təbii ki, sağollaşırıq. Siz təsəvvür edin ki, bir qonağı göndərsiniz xarici bir ölkəyə. Bir göndərsiniz, nə edirsiniz? Bütün nə verəcəyiniz varsa, nə ödənməli olduğunuz varsa, həmin gündə verirsiniz ki, gedə bilərsən. Eyni şərtlərdə işçidir. İşçi sizin müəssisənizdən gedir. Siz ondan sağollaşırsınız. Təbii ki, bütün ödənişləri siz işçinin son iş günündə mütləq şəkildə ödəməlisiniz. Və hətta tövsiyə edirəm ki, işçi gəlib sizə bir ərizə yazarkən, ərizənin imzalanma məqamları da var, bunlara toxunmayacağım. Toxunmayacağım bu məqamlara. Deməli, ərizəni qəbul edərkən işçinin xitam tarixi qeyri iş gününə düşür ya düşmədiyini mütləq şəkildə yoxlatdırın. Misal üçün, işçi gəlir, deyir ki, mən artıq misal üçün 25-i işdən çıxmaq istəyirəm, yaxud da 20-si işdən çıxmaq istəyirəm. Həmin gün zaten qeyri iş gündə, ona görə tövsiyə olunur ki, xitam vaxtı bayramdan öncəki gün verilsin. Yəni, bunlara diqqət yetirin mütləq şəkildə. Və bütün son haqq hesabımızı orada verin. Hətta bu mənim şəxsən praktikamda baş verib ki, mən bir müddət əmək haqqıları, misal üçün, işçi ayın bugün 2 apreldə, 2 apreldə xitam verirdi, ödənişi ödəyirdim 30-31 apreldə. Çox qəşəng bir cərimə də almışam bundan. Ona görə bu artıq mənim üçün bir dərs oldu. Siz o dərsi təkrarlamayın. Sadəcə işçinin son iş günündə əmək müqaviləsinə uyğun olaraq xitam verirsinizsə, bütün ödənişləri vaxtı-vaxtında ödəməniz şərtdir. Və əmək haqqının gecikdirilməsi, dostlar. Bəzi hallarda təbii ki, ola bilər, iqtisadiyyatdır bu. Əmək haqqının verilməsində gecikdirmələr baş verilir. Burada bəzi detallar var, düzdür. Burada işə götürən təqsiri var, yoxdur. Fərdi əmək mübahisəsi yaranıbsa, yaranıbsa. Yəni, bəzi məqamlar var, o detalına biraz getmək lazımdır. Amma gecikmələr baş verirsə, burada əmək haqqının ən azı 1% əlavə, yəni hər gününə görə, hər gecikilən günə görə əmək haqqının 1% məbləğində əlavə ödənişlər olunur. Yəni, burada dediyim ki, bəzi detallar var, yenə də dərinlə getmək istəmirəm, çox uzun keçəcək. Yəni, biz bildik ki, burada işə götürən təqsiri var, nə edirik? Əlavə ödənişlər işçiyə ödəyirik. Yəni, müddətlərə biraz diqqət yetirməliyik. Əmək haqqının ödənməsidir, yəni qoyduğumuz şərtlərə razılaşmalıdır. O razılaşmaya mütləq şəkildə uyğunlaşmalıyıq.
Əmək haqqı hansı formada ödənilir? Bununla qısaca olaraq deyim. Təbii ki, indi hal-hazırda bilirsiniz ki, əmək haqqılar bizim nağdsız şəkildə işçiyə ödənilir, yəni bank hesabına keçirilir. Bu da ki, bizim nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq verilir. Yəni tövsiyə edirəm, vaxtınız onda ümumiyyətlə bu haqqda da özünüz üçün oxuyasınız. Yəni bizim bütün əmək haqqılar nə olur? Bank hesabına keçirilir. Bəzi düzün, yenə də bu qanunda qeyd olunub, detala girmək istəmirəm. Bəzi məsələlər var ki, orada kart hesabına köçürülməyə bilərlər. O da ki, məsələnin ümumi həcmindən, satış həcmindən asılı olan bir məsələdir. O dərinlə getmirik. Sonra pul və natura formasında biz bilirik ki, biz nə indi hal-hazırda mən əmək haqqımı pul vasitəsində, yəni pul şəklində alıram. Yəni praktikada da daha çox bu şəkildə istifadə olunur, amma biz natura şəklində də əmək haqqımızı alma şansımız var. Natura dediyimizdə ki, məişətdə istifadə edilən gündəlik tələbat məhsullarıdır. Yəni misal üçün bu yuyucu vasitələri ola bilər, bu nə ola bilər, bu qida məhsulları ola bilər. Yəni məişətdə istifadə edilən məhsullardır. Təbii ki, müəyyən bir hədlər də var orada ki, tam olaraq bütün əmək haqqı ilə deyil, müəyyən bir hissəsi ilə biz bu şəkildə həm pul, həm natura şəklində əmək haqqımızı ala bilərik. Və nə ilə? Azərbaycan Respublikasının pul faizi ilə ödənilir əmək haqqımız, yəni Azərbaycan manatı ilə. Yəni mənim hal-hazırda əmək haqqım, yəni digər təbii ki, hər kəsin əmək haqqısı Azərbaycan manatı ilə ödənilir. Yəni bank hesabına Azərbaycan manatı ilə keçirilir. Əmək haqqı necə hesablanır? Bu artıq digər bir mövzu biraz oldu. Deməli dostlar, əmək haqqının hesablanmasının əslində bir sıra üsulları var, bir sıra sistemləri var. Mən sizə daha çox, praktikada daha çox istifadə etdiyimiz vaxtamus əmək haqqının ödənməsi sistemi üzrə əmək haqqının hesablanmasını izah edəcəm. İndi praktikada bəlkə də bunu bilirsiniz ya bilmirsiniz, yenə də üzərindən keçir. Deməli, əmək haqqını hesablanması üçün biz nə edirik? Biz ilk öncə bir günlük tarif maaşını tapmalıyıq. Bunun üçün nə edirik biz? Biz işçinin aylıq tarif maaşını götürürük. Misal üçün mənim əmək haqqım, yəni tarif maaşım 1000 manatdır və bir günlük tarif maaşımı tapmaq üçün o 1000 manatı böləcəm aydakı iş günlərinin sayını, yəni normaya. Misal üçün, fevral ayını götürsək ki, norma nə qədərdir? 20 gün iş günümüz var fevral ayında, halbuki 28 təqvim günüdür, amma 20 iş günüdür. Yəni, mən o 1000 manatı, mənim aylıq tarif maaşım müqavilə üzrə, onu bölürəm həmin o 20 iş günlərinin sayını, yəni normaya. Beləliklə, mənim bir günlük maaşım nə qədər oldu? 50 manatım. Və ondan sonra baxılır ki, Nərgiz bu ay ərzində, yəni fevral ayında neçə gün işləyib? Yəni, mənim bir günlük maaşım bəlli. Neçə gün işləmişəmsə, misal üçün, mən olar ki, 20 gün deyil, 15 gün işləmişəm. Həmin o 50 manatı vuracam 15-ə. Beləliklə, mənim hesablanmış əmək haqqım olacaq 750 manat. Yəni, çox asan bir şəkildə hesablanır. Normanı tapırıq, bir günlük normanı və ondan sonra hesablanmış tam olaraq, yəni faktiki işlədiyim günlərdən asılı olaraq hesablanmış əmək haqqımı tapıram. Yəni, çox sadə bir şəkildə, düzdür, başqa üsullar da var. Misal üçün, işəmuzda biraz başqadır, işəmuz hesablamada, vaxtamızda biraz başqadır. Yəni, praktikada 90% bu şəkildə istifadə olunur. Dostlar, burada sual gəldi, ekrana gəldi, sadəcə onu gördüm, üzərindən gedəcəm. Dostlar, hesablanmış əmək haqqımız bizim gross əmək haqqımızdır. Net əmək haqqımızda belə bir anlayış var, amma o nədir? Bizim, bu misal üçün, tarif maaşımıza hesablar, üstünə əlavələr gəldi, overtime'lar gəldi, əvəz günləri gəldi, hamısı gəldi, mükafatlarımız gəldi, toplu alındı. O topludan biz müəyyən bir tutulmaları etdikdən sonra əlimizdə qalan məbləğ net əmək haqqıdır. Yəni, net əmək haqqı ən sonunda alırıq. Bu, hesabladığımız hamısı gross əmək haqqıdır. Və hansı hallarda əmək haqqı ödənilmir? İndi biz bilirik ki, işçi gəlir işləyirsə, təbii ki, əmək haqqısı ödənir. Amma hansı hallarda əmək haqqı ödənilmir? Bunu bir-bir üzərindən gedək. Baxın, işçi ödənişsiz məzuniyyətdən istifadə etdikdə. Bu da nəyə görəsə, bayaq yadınızda belə bir ifadə istifadə etdim ki, əmək qanunvericiliyində bir-biri ilə bağlıdır bütün bölmələr. Biz əmək haqqını keçirik, amma eyni zamanda görürsünüz məzuniyyətə toxunuruq. Eyni zamanda, misal üçün, kənarlaşdırmaya toxunuruq. Yəni, fərqli mövzuları bir-birinə bağlayırıq. Ona görə biz bu sahəyə çalışmaq istəyiriksə, yəni mən payroll öyrənirəm deyə başqa bir sahəni öyrənməməyimiz düzgün deyil. Ona görə hər bir məqamı mütləq şəkildə bilməliyik.
Deməli, baxın, işçi ödənişsiz məzuniyyətdir. Məzuniyyətin bir neçə növü var. Onlardan biri də ödənişsiz məzuniyyətdir. Adından bəlli ödənişsizdir. Yəni, işçi, misal üçün, mən daxil, fevralın 10 gününü mən normal şəkildə işləmişəm, və yaxud da ki, 14 gününü işləmişəm, qalan 14 gününü ödənişsiz məzuniyyətdə olmuşum. Yəni, ayın yarısını işləmişəm, ayın yarısını ödənişsiz məzuniyyətdə olmuşum. Təbii ki, burada həmin müddət üçün ödənişsiz məzuniyyətdə olduğum dövrdə mən əmək haqqı almıram. İşçi sosial məzuniyyətdən istifadə etdikdə, sosial məzuniyyətdə biz el arasında dekret, el arasında analıq məzuniyyəti dediyimiz bir müddətdir. Həmin müddətdə də təbii ki, işçi əmək haqqı almır. Əmək haqqı almır, yəni biz işçiyə həmin müddət üçün müavinət ödəyirik. Müavinət. Amma əmək haqqı işçi almır. İşçi işdən kənarlaşdırılanda, bəzi hallarda bu kənarlaşdırmanı işdən azad etməklə çox adam qarışdırır. Bu kənarlaşdırma işdən azad deyil, yəni xitam deyil. Sadəcə müəyyən bir müddətdə işçini uzaqlaşdırırıq. Misal üçün, hər hansı bir intisam qaydalarını qorunması üçün və yaxud da ki, əmək müalicəsinin qaydalarının pozulmasının qarşısını alması üçün, yəni biz kənarlaşdırma edirik. Düzdür, orada müəyyən bir səbəblər var, hansı halda edə bilər ki, edə bilmir. Amma bir işini biz işdən kənarlaşdırırıqsa, yəni işdən uzaqlaşdırırıqsa, həmin gün üçün əmək haqqı ödənmir. İşçi səhhəti ilə bağlı işə gəlmədikdə, yəni işçi xəstələnir, işə gəlmir. Bu halda da biz ona əmək haqqı ödənmirik. Düzdür, xəstəlik vərəqəsi gətirilirsə, müavinət hesablanır, amma əmək haqqı deyil. İşçi icazəsiz, əslində icazəli də eyni şəkildə işə gəlmədikdə, yəni fakt olaraq bu adam işə gəlmir. Bunda təbii ki, ödəmirik və təbii ki, nə? Uğur bəy, mikrofonunuza diqqət edin, zəhmət olmasa. Deməli, və bizdə işçinin əmək müqaviləsinə xitam verildikdə, təbii ki, qeyd etdiyim kimi, işçi ilə əmək müqavilə münasibətlərimizi bitiririk, sağollaşırıq, işçiyə xoşça kal türklər demişkən deyirik və işçinin deməli, əmək haqqısının verilməsini durdururuq. Yəni, işçinin əmək haqqısı da alınır. Bu siyahadan, dostlar, özünüz də gördüyünüz kimi, baxıb nə düşünmək olar, nə başa düşmək olar? Burada başa düşmək olar ki, bütün bu hallarda işçi iş yerində olmur. Yəni, işçi iş yerində olmadığına, yəni əmək sərf etmədiyinə görə, əmək göstərmədiyinə görə haqqında təbii ki, alınır. Yəni, iş yerində yoxdur, əmək haqqı alınır. Düzdür, bəzi hallar var ki, işçi iş yerində olmur, amma əmək haqqı alır. Bu, sadəcə onu vurğulayım ki, adi əmək haqqı deyil. Yəni, bu hesablamadığımız üsul deyil. Həmin o şəxslər orta əmək haqqı alır. Və bunu növbəti slaytda keçirəcəm. Nəyə görə buna toxunmaq istəyirəm? Çünki bəzi hallarda bir iştirakçılarımız özləri də soruşur ki, mən bugün, misal üçün, bu ay məzuniyyətdə olmuşam. Misal üçün, mənim əmək haqqım 1000 manatdır və mən aprel ayında məzuniyyətdə tam olmuşam və gəlib deyirlər ki, mənə məzuniyyət pulu hesablamadılar və yaxud da ki, mənim əmək haqqımı kəsdilər. Dostlar, əmək məzuniyyətində olduğumuz dövrdə işçilərə əmək haqqı hesablanmır. Yəni, işçilərə orta əmək haqqı hesablanır, tamam. Amma əmək haqqı hesablanmır. Yəni, siz həm əmək haqqı istəyirsiniz, həm orta əmək haqqı istəyirsiniz. Yəni, topça istəyirik də, reallığa mən də elə istəyirəm, niyə də olmasa. Amma elə deyil. Yəni, biz işə gəlmiriksə, biz təbii ki, əmək haqqımızı almırıq. Və orta əmək haqqı mövzusuna keçmək istəyirəm hal-hazırda. Orta əmək haqqı nədir? Yenə də biraz qanun demir, rəsmi bir dillə açıqlamasını vermişik slaytda. Bu nədir? Deməli, işçiyə vəzifəsi üzrə işə götürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənişlərin məcəllə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydaların müəyyən olunan məbləğidir. Yəni, belə deyil, lor dildə desək, qısaca olaraq desək, əmək haqqımızın ortalamasıdır. Yəni, mən misal üçün öncəki aylar, bu əmək haqqı, orta əmək haqqı öncəki qazanclarından biraz bağlıdır. Buna görə bu orta hesablanır və hansı hallarda necə hesablanır? Baxın, orta əmək haqqı hesablanması bu şəkildə. Təbii ki, bir günlük əmək haqqı tapmaq lazımdır. Bir günlük əmək haqqını tapmaq üçün biz nə edirik? Biz öncəki 2 ayımızın, yəni bugün indi nədir? Apreldir. Biz keçid edirik mart, onun qabaq neydi? Fevral. Fevral və mart aylarının arasında olan, həmin aylarda olan qazancımızı toplayırıq və həmin aylarda olan iş günlərinin sayını birləşdirir və məbləği bölürük bu 2 aydakı iş günlərinin sayına. Bunu böləndən sonra, misal üçün 1000 manat qazanmışam, cəmi oldu 2000. Həmin aylarda da bir ayında, misal üçün 22 gündə, o birisində 28-də oldu 40. Yəni 2000-i böləcəm 40-a. Beləliklə də
mənim o bir günlük orta əmək haqqım oldu. Nə qədər oldu? 2000-i 40-a bölsək nə qədər eləyir? 50 manat. Yenə də 50 manat. Yəni biz bir günlük orta əmək haqqımızı tapdıq və ondan sonra tam olaraq tam məbləği tapırıq. Yəni bir günlük əmək haqqı vururuq saxlanılan iş günlərinin sayına. Saxlanılan iş günlərinin sayıda ki, burada iş günlərinin hesablandığına görə, misal üçün işçi bir həftəlik iş yerində yoxdur, misal üçün ezamiyyətə göndərilib. Amma o bir həftənin içində cəmi 5 iş günümüz var. Beləliklə, bir günlük əmək haqqını, yəni mən 50 manata vuracam 5 iş gününə. Yəni biz iş günlərindən hesablayırıq. Bu, orta əmək haqqı hansı hallarda hesablanır? Belə deyim də, əmək məzuniyyətindən başqa hardakı orta əmək haqqı varsa, o halda istifa bu şəkildə hesablanır. Misal üçün, işə götürən təşəbbüsü başqa işə müvəqqəti keçirildikdə, bu boş dayanma halları baş verir bəzən məsələlərdə, onda biz işini müvəqqəti olaraq, bir aylıq olaraq başqa bir işə yönləndiririk. Sonra Salam Nərgiz. İşdən çıxarılır. Bağışlayın, çox üzr istəyirəm, sözünüzü kəsirəm. Axşamınız xeyir. Bu orta əmək haqqı necə hesablanır? Burada qoymusunuz. Bu konkret sırf, yəni dəqiq düstur belədirmi, yoxsa nə zamansa dəyişə bilirmi? Yəni zaman keçdikcə, yəni maaşlarda müəyyən dəyişiklik olduqca, yoxsa standart düstur budur? Heç bir dəyişiklik yoxdur. Qayda üsul budur. Sadəcə mən apreldə çıxıramsa, nəzərə aldığım 2 ay olacaq. Bu da ki, mart və öncəki, yəni mart və fevraldır. Əgər mən misal üçün iyun ayında çıxacamsa, misal üçün iyun ayında nədir burada? Misal üçün işdən çıxarma müavinəti hesablanacaqsa, mənim öncəki 2 ayım, yəni iyun ayından əvvəl nədir? May və aprel. Yəni öncəki 2 ayın qazancı öncəki 2 ayının iş günlərinə bölünür. Yəni standart qayda eynidir. Təşəkkürlər, çox sağ olun. Buyurun. Deməli, işdən çıxarma müavinətləri və xəbərdarlıq müddətləri hesablayarkən bəzən olur ki, biz işçilərin müqaviləsində müəyyən bir maddələrlə xitam verilsin, misal üçün ixtisar zamanı biz işçilərə əlavə işdən çıxarma müavinəti, yəni əmək haqqıdan falan hamısından başqa işdən çıxarma müavinətləri də ödəyirik, xəbərdarlıq müddəti və ödənişləri də ödəyirik. Orada da, yəni biz orta əmək haqqını hesablayırıq. Sonra ödənişli təhsil məzuniyyətimiz, bilirik ki, qiyabi təhsil alan şəxslər müəyyən bir müddətdə təhsil məzuniyyəti ala bilərlər. Orada da işçi təhsil məzuniyyətinə gedir və onun üçün yəni həmin müddətdə orta əmək haqqı hesablanır. Hamilə və 3 yaşına qədər uşağı olan qadınlar tibbi müayinələrdən keçdiyi günlərdə və bizim 179-cu bir maddəmiz var. Uzun bir maddədir və orada da müəyyən bir qeydlər var ki, hansı hallarda biz işçilərin əmək haqqısını, orta əmək haqqısını və iş yerini saxlayırıq. Onlardan biri nə ola bilər? Misal üçün, hərbi toplanışda, səfərbərlik vaxtı ola bilər. Sonra ezamiyyətə göndərdiyimizdə işçi donor qismində çıxış edirsə, müəyyən bir məcbur tibbi müayinələrdən keçirilmə müddətidir. Yəni, görürsünüz, işçi fakt olaraq iş yerində yoxdur. İş yerində yoxdur. Baxın, gedib hara gedib təhsil məzuniyyətinə, gedib universitetdə təhsil alır. Və yaxud da ki, görürsünüz, gedib tibbi müayinə almağa, gedib xəstəxanaya, poliklinika hardasa yoxlamalardan keçir. Yəni, fakt olaraq işçi işdə yoxdur. Amma yenə də orta əmək haqqı alır. Çünki bunun üçün bizə qanunvericilik bunu nəzərə alıb. Və yaxud da ki, hansı hal ola bilər, seçkilərdə iştirak etdikdə, daha doğrusu seçkilərin təşkilində iştirak edən bir şəxs, yəni səs çoxluğuna təsirdən sonra məhkəmə orqanlarında çıxış etdikdə, yəni fərqli 179-cu maddənin vaxtında onu özünüz olur ki, kifayət qədər uzun bir qeydlərdir. Belə və bir də əmək məzuniyyətinin hesablanması. Burada da biz orta aylıq əmək haqqı hesablayırıq. Burada biraz başqadır. Yəni bu üsul, sağda göstərilen üsul yalnız və yalnız əmək məzuniyyətini hesablanır. Yəni 12 ayın qazancını toplayırıq, bölürük 12-yə, bölürük 30,4-ə. Ümumiyyətlə bu 30,4 rəqəmi yalnız əmək məzuniyyətinin hesablanması da tətbiq olunur. Bir günlük əmək haqqı tapdıqdan sonra orta əmək haqqımızı hesablayırıq. O da bir günlük əmək haqqını vurur təqvim günlərinin sayını. Yəni bunların hesablama üsulları başqadır. Orta əmək haqqıdır. Bir üsul yalnız əmək məzuniyyəti üçün nəzərdə tutulub, digəri isə digər bütün hallarda. Yəni, harada yazılıbsa orta əmək haqqının tapılması, orta əmək haqqı ödənilsin, orta əmək haqqı bu şəkildə ödənilir. İndi səhv etmirəmsə, burada kimsə bir sual verdi ki, 2 aylıq stajı yoxdursa, misal üçün işçi qəbul olunub və növbəti ayda təhsil məzuniyyətinə gedibsə, bu kimi hallarda ola bilər. Onda üsul necə olur? Faktiki işlədiyi müddəti götürürük, faktiki qazancı götürürük. Bu, misal üçün, bir ay ola bilər, ay yarım ola bilər. Onu toplayırıq və bölürük 12, bölürük həmin iş günlərinin sayına. Bir günlük tapırıq, ondan sonra da artıq bu hissəsi, ikinci hissəsi qüvvədə qalır.
Və bunu da bilməyimiz lazımdır. Baxın, biz deyirik ki, misal üçün 2 ay ərzində olan qazancımız və yaxud da ki, əmək haqqını hesablayarkən, əmək məzuniyyəti hesablayarkən 12 ay ərzindəki qazancımız. Amma bu qazanclar nələrdən ibarətdir? Bayaq mən sizə yadınızdadırsa qeyd etdim ki, əmək haqqı fondu, əmək haqqıya aid olunan ödənişlər. Bunu da ki, məcəllədə bunu görməyəcəyik dostlar. Bunun üçün bizim Nazirlər Kabinetinin qərarları var və indi bu sahəyə dərindən öyrənəndə təbii ki, bu detallarla sizlə paylaşarıq, amma bilin ki, yalnız əmək haqqı deyil. Burada həm əlavələr ola bilər, mükafatlar ola bilər, bonuslar ola bilər, məzuniyyət, müavinətlər ola bilər, xəstəlik vərəqəsindən aldığımız məbləğlərdir. Yəni, fərqli ödənişlərdir və bu kimi məqamlar bizdə mövcuddur. Növbəti slaydımıza keçmək istəyirəm dostlar. Sonradan sizin suallarınızın üzərindən keçəcəm bir də. İş yerin şəraiti əmək haqqının məbləğinə təsir edirmi? Təbii ki, dostlar, iş yerinin şəraiti əmək haqqının ümumi məbləğinə təsir edə bilər. Yadınızdadırsa, bayaq sizə qeyd etdim ki, tarif maaşımız var idi, əlavələr və mükafatlar. Əlavələr də ki, nə idi? Bizim tarif maaşına olan bir əlavələrdir. O da ki, onlardan bir meyarı da ki, işin iş şəraitidir. Bəzi hallarda biz işçilərə əlavə əmək haqqı deməyək, yəni əlavələr ödəmək məcburiyyətindəyik. Bu da bizdə Nazirlər Kabinetinin qərarlarla tənzimlənir. Bu haqda məlumatı biz əmək məcəlləsində tapa bilməyəcəyik. Amma bilin ki, işçinin əmək şəraiti ağır və zərli olan iş yerləri varsa, yəni bir işçi əmək şəraiti ağır və zərli olan iş yerində çalışırsa, onun əmək haqqısına əlavələr edilməlidir. Amma təbii ki, bunu təyin etmədən öncə bizim bu iş yerinin ağır və zərərli olmasını müəyyən etməliyik. Düzdür, dostlar? Bunu müəyyən etmək üçün də biz nə etməliyik? İş yerinin attestasiyasını keçirməliyik. Düzdür, bu bugünkü mövzu deyil. Amma bilin ki, iş yerlərinin attestasiyasını keçirməsi vacibdir ki, biz işçilərin əmək haqqlarını düzgün şəkildə hesablaya bilək. Sahillə əlaqə şəraitindən asılı olaraq, yəni Xəzər dənizində yerləşən obyektlərdə çalışan işçilərin əmək haqqları fərqli olur. Susuz torpaqların ərazilər, susuz torpaq ərazilərində daimi içməli su mənbəyindən uzaqlarda yerləşən iş yerləri olur və həmin iş yerlərində çalışan işçilərimiz var. Sonra dəniz səviyyəsində hündürlükdə yerləşən iş yerlərində çalışan işçilərin əmək haqqlarına əlavələr ödəyirik və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərimiz var ki, onlara da mütləq şəkildə əlavə. Misal üçün, sonuncu bənd üzrə biz tarif maaşının üzərinə əlavə 20% səhv etmirəmsə əlavələrdir. Yəni 1000 manat normalda alırsa, yəni eyni müəssisədə, eyni mütəxəssis Bakıda işlərsə, misal üçün 1000 manat ala bilir, amma işğaldan azad edilmiş ərazidə çalışırsa 1200 manat alacaq. Bu bir nümunə olaraq, bir misal olaraq söylədim. Yəni ki, işçinin işlədiyi iş şəraiti mütləq şəkildə işçinin əmək haqqısına təsir edir. Buna görə də vaxtı-vaxtında iş yerinin attestasiyasını mütləq şəkildə keçirməliyik. Hansı hallarda əmək haqqı fərqli şəkildə hesablana bilər? Dostlar, bu da nədir? Baxın, natamam iş rejimi. Yəqin ki, eşitmişsiniz bunu. Bu da el arasında dediyimiz part-time'dır. Halbuki öz dilimizdə kifayət qədər maraqlıdır. Natamam iş vaxtıdır. Yəni, bu adından bəllidir ki, tam iş vaxtı deyil, natamamdır. Yəni, yarıdır. Yarı olmasa da, misal üçün, bir qismidir, bir hissəsidir. Bu, həm natamam iş günü ola bilər, natamam iş həftəsi ola bilər, fərqi yoxdur. Yəni, bu tam deyil. Natamam iş rejimi təyin olunanda, təbii ki, burada dostlar, əmək haqqı işlədiyi vaxta mütənasib olaraq təyin olunur. Təbii ki, bundan artıq da hesab oluna bilər. Misal üçün, tam iş rejimi ilə eyni məbləğ qala bilər, amma praktikada daha çox vaxta mütənasib olaraq təyin olunur. Yəni, nə qədər işləyirsə, o qədər də əmək haqqı alacaq. Yəni, mən misal üçün, tam iş rejimi 1000 manat alırsam, natamam iş rejimini 800 alacaq. Yəni, iş vaxtına uyğun olaraq. Sonra boş dayanma halı baş verirsə, dostlar, bəzi məsələlər var ki, bu daha çox praktikada istehsalatda baş verə bilir. Boş dayanma təyin olunur. Yəni, işçi hazırdır, işləməyə hazırdır, amma müəyyən bir səbəbə görə işləyə bilmir və işləyə bilmədiyinə görə də ona təyin olunmuş müəyyən bir normalar, normativləri verə bilmir. Yəni, misal üçün, istehsalda 100 dənə qapı istehsal etməli idi, amma nəsə işləmədi, boş dayanma baş verdi və o normanı yerinə getirə bilmədi. Burada da düzdür, orada bəzi şərtlər var, kimin təqsiri araşdırmalı falan. Amma boş dayanma halı baş verəndə biz aşağı əmək haqqı ödəmə şansımız var. Sonra əlavə iş yeri üzrə işçini işə qəbul ediriksə, yəni bunu belə deyim də əvəzçilik üzrə əmək müqaviləsi ki, bağlayırıq işçilərlə, yəni
Mən misal üçün indi hal-hazırda Solitonda əsas iş yeri olaraq çalışıram, amma HR Option'da mənim əlavə iş yerim. Yəni burada əvəzçilik üzrə əmək müqaviləm var. Beləliklə də mənim əvəzçilik üzrə müqaviləm olduğu yer mənim əlavə iş yerimdir və əlavə iş yerində müəyyən bir limitlər var. Mən həftəlik norma, aylıq normamın yarısından çox işləyə bilmərəm. Yəni mən misal üçün həftəlik 40 saat əsas iş yerində çalışıramsa, natamamda əlavə iş yerində 20 saatdan çox işləyə bilmərəm. Beləliklə də bu olduğuna görə də nədir? Mənim əmək haqqım avtomatik olaraq aşağı salınır. Yəni vaxtı mütənasib olaraq yeni natamama bağlanmış olur. Bunlar elə bil ki, bu 3 dənəsi görürsünüz, öncəki, yəni natamam, boş dayanma, əlavə iş yeri, bu biraz əmək haqqının azaldılması ilə bağlıdır, amma iş vaxtından artıq işə cəlb olunması. Yəni biz bilirik ki, müəyyən bizə bir həftəlik və günlük normalarımız var. Bu da iş vaxtı submodumuzda adətən keçirik bunları. Deməli, iş vaxtından artıq, yəni el arasında dediyimiz overtime'lardır. Yəni mənə 8 saatlıq gündəlik 8 saat təyin olunubsa və əlavə 1 saatımı işləyirəmsə, təbii ki, orada mən əlavə əmək haqqı almaq haqqımdır və onun əvəz gündən qanun əvəz etmək olmaz. Düzdür, bunun da bir məhdudiyyətləri var ki, hansı hallarda biz iş vaxtını artıq işə cəlb edə bilərik, bilmərik, yəni nə qədər edə bilərik, saat limitləri var, bunlar da bilməmiz şərtdir, amma bilin ki, iş vaxtından artıq iş təyin olunubsa, biz işçiyə əlavə əmək haqqı ödəmək məcburiyyətindəyik. Qeyri-iş gündə işə cəlb olunubsa, yəni misal üçün bayram günlərdə, bayram gündə işə cəlb olunubsa, və yaxud da ki, öz istirahət günlərində işə cəlb olunubsa, yəni belə bir hal baş versə, təbii ki, işçiyə də əlavə ödənişlər ödənilir. İndi əvəz gün şansı da var burada, amma yəni ödəniş olunsa, təbii ki, daha yaxşı olar. Və gecə vaxtı əmək haqqı. Biz bilirik ki, gecə vaxtı biraz çətinlikdə işləmək və gecə vaxtı çalışanlar təbii ki, artıq əmək haqqı almalıdır. Düzdür, bununla bağlı məlumatlar da Əmək Məcəlləsində detallı olaraq yazılmayıb. Bunun üçün də Nazirlər Kabinetimizin qərarları var və bizə də qeyd olunur ki, gecə vaxtı yerinə yetirilən işə görə işçiyə hər saatına görə əlavə ödənişləri olmalıdır. Yəni, təsəvvür edin ki, mən bir telefon operatoruyam. Mən günorta çalışıram, yəni gündüz saatlarında günorta çalışıram. Normal şəkildə gəldim, işimi təhvil verdim, işimi gördüm, getdim. Eyni vəzifədə, eyni işə görə gecə vaxtında çalışırsa, yəni əmək fəaliyyəti göstərsə, təbii ki, onun işlərini artıq biraz çətinləşir. Yəni, o artıq gecədir. İstərseniz yuxu basır, yəni yuxusuzluqdur. Yəni, iş şəraiti çətin olur. Təbii ki, bizim əmək haqqımızın eyni olması mümkün deyil. Amma ilk öncə təbii ki, biz bilməliyik ki, gecə vaxtı nə vaxt başlayır, gecə vaxtı kimlər işləyə bilər, kimlər işləyə bilməz. Misal üçün, yaşı 18-dən az olan şəxslər ümumiyyətlə gecə vaxtı qətiyyən işləyə bilməz. Yəni, bu məqamlarda bilməyimiz lazımdır. Baxın, bayaq sizə qeyd etdiyim bir-birinə bağlılıq mövzular buradadır. Əmək haqqları ödəməyə hazırıq, amma bilməliyik kimləri gecə vaxtı işlədə bilərik, kimləri yox. Yəni, bu da çox həssas bir məqamlardır. Və sonuncu slaydımızdır bugünə dostlar. Deməli, əməyin ödənilməsinə qanun pozuntularına baş verən hansı maddi cəza tətbiq edilir? Yəni, biz misal üçün deyirik, əmək haqqı bu qədər ödənməlidir, filan vaxtda ödənməlidir. Bu qaydaları pozulubsa, nə kimi cəza tədbiri gözləyir bizi? Baxın, dostlar, bunun üçün biz Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə üst tutmalıyıq. Bir neçə maddəni sizə sadəcə göstərəcəm. Deməli, baxın, işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqıdır. Yəni, 400 manatdan aşağı məbləğdə əmək haqqı verilməsinə görə vəzifəli şəxslərə minimum 500 manata qədər cərimə tətbiq oluna bilər. İşçinin əmək və məzuniyyət haqlarının, yəni burada daha çox əmək haqlarının, elzamiyyət xərclərdir, əmək qanunu nəzərdə tutulmuş müavinətdə və digər ödənişlərin hesablanmasına görə, səhv hesablanmasına görə belə deyim, 700-1500 manata qədər cəriməmiz var. Və işçinin məzuniyyət haqlarının, hüquqlarının pozulmasına görə əmək məzuniyyətinin verilməməsinə və istifadə edilmiş əmək məzuniyyətinə görə kompensasiya, yəni çünki nəyə görə bu məqama toxundum? Çünki biz bayaqlar əmək haqqının hesablanmasına toxunduq, əmək haqqının əmək məzuniyyəti zamanı ödənişlərlə bağlı, orada da hər hansı bir səhvlə kompensasiyanın ödənməməsinə görə burada 1500-2000 manata qədər cəriməmiz var. Və ən böyük cəriməmiz əslində nədənsə bu slaydda qeyd etmədim onu. Ben bayaq sizə qeyd etdim ki, işçi işə başladığı gündən əmək haqqısını almalıdır. Yəni əmək müqaviləsini bağlayır və ondan sonra əmək fəaliyyətinə başlayır və əmək haqqısını alır. Ümumiyyətlə əmək müqaviləsiz
işçini işlətməyə görə. Burada da biraz həssas məqamdır. Düz biraz çox da mövzumuza aid deyil. Amma bəzilərimiz düşünürük ki, işçilərin əmək müqaviləsi bağlamadan işçilər işlədək, əmək haqqını da verməyək, göndərək. Bununla da məsələ bitsin, amma deyil. Biz bilirik ki, belə bir hallarda kifayət qədər yüksək bir məbləğli cərimələrimiz var. Yəni biz bir işçini əmək müqaviləsi bağlamadan işə cəlb ediriksə, hüquqi şəxslərə 20-25 minə qədər cəriməmiz mövcuddur. Biraz diqqətli olmağa tövsiyə edirəm. Çalışın, işinizi elə qurun ki, biz bu kimi hallarla rastlaşmayaq və bu cərimələrdən biraz uzaq olaq. Təbii ki, hər kəsin səhvi ola bilər, hər birimiz insanıq, hər kəs texniki nəsə bir səhv edə bilər, bilməyib nəsə səhv edə bilər. Səhvlərimizi vaxtında düzəltməyimizlə bağlı özümüzü hazırlamalıyıq, belə deyim də. Yəni, səhv etmiş isə onu düzəltməliyik ki, ən azından o səhvimizin müəyyən bir həddə qədər azaldılması olsun. Deməli, dostlar, bugünkü mövzumuz əmək haqqının hesablanması. Mən çalışdım əsas məqamlara toxunum bu günləri. Çünki dediyim kimi, vaxt çox azdır. Özünüz gördünüz ki, kifayət qədər toxunacaq bir mövzularımız var, kifayət qədər bir mövzu sahələr var. Biz bunların hamısını təbii ki, bir saat ərzində keçə bilmərik. Amma əlimdən gəldiyi qədər çalışdım əsas məqamlara toxunum. Və siz özünüz də gördünüz ki, biz nədən başladıq, nədən bitdik. Yəni, inzibati xətalar məcəlləsindən başladıq, əmək məcəlləsindən inzibati xətalarla bitirdik. Yəni, bu sahəyə giririksə, hər bir işin bir peşəkarı olmağa çalışaq. Bu sahəyə giririksə, bütün sahələri öyrənməyimiz şərtdir. Mən bir dənə dostlar, suallara yavaş-yavaş keçid etmək istəyirəm. Biraz yenə də dedim ki, vaxt məhdudiyyətimiz var. Əlimdən gəldiyi qədər sualları indi oxumağa çalışacağam. Sadəcə bəzi ola bilər ki, bəzilərini cavablandırmışam, onların üzərindən gedəcəm. Ay maşallah. Deməli, bir oxuyacağım, sorayım. Mikrofonlarınızı hələ açmayın dostlar. Birinci bunları bitirək, sonra mikrofondakı sualları keçərik. Bu texniki məsələlərdir. Bəs əgər bir işçi neçə il eyni vəzifədə çalışırsa, onda onun maaş haqqı necə tənzimlənir və nə qədər müddətdən sonra qiymətləndirilməlidir? Okey, dostlar, baxın, qəşəng bir sualdır. Neçə müddətdən sonra işçinin əmək haqqısı artmalıdır? Bununla bağlı hər hansı bir məhdudiyyətlər yoxdur, dostlar. Bununla bağlı, üzr istəyirəm burada, bununla bağlı şirkətin daxili qərarları var. Bayaq sizə qeyd etdim ki, misal üçün, bir müəssisədə daha doğrusu eyni vəzifədir, insan resursları üzrə, misal işə qəbul üzrə mütəxəssisdir. Bir müəssisədə, misal üçün, Saliton LTD-də də qazana bilər 1000 manat, misal üçün, başqa bir qlobal bir şirkətdə, biz buradakı filialında qazana bilər 2000 manat, 5000 manat. Və əmək haqqının ödəməsi sistemi var. Hər bir müəssisədə bu fərqlidir. Və peşəkar sahədə, peşəkar olaraq çalışmaq istəyirsinizsə, əgər bu işə girirsinizsə, misal üçün payroll üzrə, çalışın bu sistemi qurun. Müəyyən bir sistem qurulmalıdır. İşçi işə qəbul olundu. Hansı müddətdən sonra maaş artımı olur? Misal üçün, təyin oluna bilər ki, müəyyən bir sertifikat alından sonra ödəniş ola bilər. Misal üçün, təyin oluna bilər ki, bir işçi, yəni vəzifə artımı olanda ödənilsin. Yəni, o artıq daxili qərarlar əsasındadır. Amma siz əgər bir işçi olaraq çalışırsınızsa, misal üçün, uzun müddət çalışırsınız və görürsünüz ki, əmək haqqınız artmır, irəli getmirsinizsə, bəlkə də həmin müəssisədən sizin uzaqlaşmağınız vaxtıdır. Yəni, mən misal üçün, belə bir anlayış var, çox üzr istəyirəm bu ifadəmə görə, amma praktikada, yəni biz istifadə edirik bunu, ağlamayana süd verməzlər deyirlər, nə deyir, belə bir ifadə var, çörək verməzlər, nə mi? Belə bir ifadə var və bəzən rəhbərlər oturur, düşünür ki, deməli, misal üçün, Nigar xanım öz əmək haqqısından razıdır. Demək, ona, misal üçün, 500 manat ödəyirəm, o deməli razıdır. Gözləyir ki, özü gəlsin, istəsin. Amma siz özünüzü bir peşəkar olaraq təqdim etmək istəyir və yaxud ki, peşəkar səviyyədə fəaliyyət göstərən şirkətlərdə çalışmaq istəyirsə, bunu sistemli şəkildə sistemi hazırlanmalıdır. Və mümkün dərəcədə özünüzə bu kimi işləri araşdırın. Və yaxud da ki, yoxdur da, tamam, ola bilər, yeni müəssisədir, sahibkar ola bilər ki, bu məqamları düşünməsin. Siz bir mütəxəssislər olaraq bu məqamları üzə çıxartmalısınız. Hətta sizə onu deyim ki, HR Option'da bununla bağlı bizim deməli, təlimlərimiz var, performansın
idarə etməsi var, ondan sonra data analitikalar var. Yəni bunların sayəsində siz müəssisənizin rəhbərinin, sahibkarın və yaxud da CEO-nun qarşısına müəyyən bir nəticələr çıxarda bilərsiniz və yeni bir təkliflər edə bilərsiniz. Təklif etməkdən çəkinməyin. Siz gələcəyin HR rəhbərlərsiniz, təklif etməkdən qətiyyən çəkinməyin. Mütləq şəkildə öz fikrinizi bildirin. Tak, slayd paylaşılacaq. Tak, okey, salam. Müavinətdən məhkəmə qərarı üçün tutulma aparmaq olardı. Səhv etmirəmsə, müavinətlərdir, sonra aliment ödənişlərdir falan da bunlardan tutulmalar etmək olmur, səhv etmirəmsə. Amma ümumiyyətlə bizdə Əmək Məcəlləsinin 175-ci maddəmiz var ki, orada hansı tutulmaları edə bilərik işçinin əmək haqqısından bütün qeydlər aparılır. Və misal üçün işdən çıxarma müavinətindən tutulmalar etmək olmaz. O kimi məqamlar orada qeyd olunub. Tak, bizdə hələ də verilməyib. Bu çox güman ki, əmək haqqının ödənməsi ilə bağlı idi. Yəni bayramdan qabaq ya bayramdan sonra. Aytən xanım, ola bilər ki, sizin əmək müqavilənizdə ödəniş, misal üçün, əmək haqqının ödənməsi ayın 3-ü qeyd olunub. Ayın 3-ü qeyd olunub, ya ayın 4-ü qeyd olunub. Ola bilər ki, ayın 5-i qeyd olunub. Yəni 5-ə qədər vaxt var. 5-nə qədər, yəni həmin tarixə qədər ödənilsə bu gecikmə sayılmır. Tak. Qismən ödənişli sosial müraciətdən qayıdan işçi əmək məzuniyyətindən çıxarsa hesablanma necə olacaq? Son 12 ayın əmək haqqısı yəni. Bu biraz Rusların bir ifadəsi var, spornadır. Nəyə görə? Normalda son 12 ay ərzində onun heç bir qazancı yoxdur. Çünki işçi qismən ödənişli sosial məzuniyyətdə olur. Qismən ödənişli sosial məzuniyyətdə olduğuna görə praktikada biz ondan qismən ödənişlidən öncəki qazancını nəzərə alırıq. Çünki belə baxanda ola bilər ki, işçi 3 ildir işləmir, uşağın 3 yaşı olana qədər qismən ödənişli sosial məzuniyyətə çıxıb. Belə hallar olanda biz adətən praktikada ondan öncəki, yəni qismən ödənişli sosial məzuniyyətə çıxmadan 12 ayın əmək haqqısını toplayırıq, yəni qazancını toplayırıq. Tak, net yargısı böyle bunu dedim. 2 aydan işlədikdə bunu qeyd etdim. Sonra 2 aydan az işlədikdə slaytda göstərilən düsturu Tural bəy qeyd etdi. Təşəkkürlər. Salam, əmək məzuniyyətində olan işçi orta əmək haqqı plus əmək məzuniyyəti pul alacaq. Yox, əmək məzuniyyətinə çıxırsa, dostlar, baxın, mən misal üçün ayın 1-dən ayın 15-nə qədər əmək məzuniyyətinə çıxıram. Həmin müddət üçün mən yalnız əmək məzuniyyətinin ödənişini, yəni o 12 ay hesablaması üzrə alıram. Yəni orada digər hesablama üsulu, 2 aylıq üsulu orada yoxdur. Və qalan ayın 15-dən sonra artıq ki, işə çıxacağım, orada normal əmək haqqımı alacağım. Yəni ayın yarısını orta əmək haqqı alıram, orta aylıq əmək haqqı alıram, qalan hissəsini isə normal əmək haqqımı alıram. Sonra məzuniyyət aydan aya keçərsə, gəlir hansı aya aid edilir? Gələcəkdə xəstəlik müalicə hesablanarsa. Sual tam olaraq bilmədim. Məzuniyyət aydan aya keçərsə, gəlir hansı? Hə, okey. Misal üçün, mən martın 15-dən məzuniyyətə çıxıram, aprelin 15-i qaydıramsa, tamam, mən görürsə 2 ay tutdu da, yəni həm aprel, həm martda oldu, həm aprel, yəni bir aydan 11-sinə keçdi. Belə olanda ümumiyyətlə əmək məzuniyyətinin hesablanmasında dostlar, əmək haqqının ödənişi, əmək məzuniyyəti üzrə orta aylıq əmək haqqının ödənişi məzuniyyətə çıxmadan öncə olur. Yəni ki, mən martın 15-də əmək məzuniyyətinə çıxıramsa, fərqi yoxdur. Bu 2 günlük də ola bilər, bu 1 aylıq da ola bilər. Bu 1 aydan 1 aya da keçə bilər, hətta 2 aya da keçə bilər, problem yoxdur. Sırf onun işə çıxdığı ay, mən misal üçün mart ayında əmək məzuniyyətinə çıxıramsa, martdan öncəki, yəni əmək məzuniyyətinə hesablayırıqsa, martdan öncəki 12 ay, yəni fevral, yanvar, dekabr, noyabr və s. onlar toplayırıq. Yəni çünki mart ayında biz hələ əmək haqqı almamış oluruq. Yəni martın qazancını biz hələ bilmirik. Ona görə biz məzuniyyət pulunu zaten məzuniyyətə çıxmadan ödəmiş olduğumuza görə 3 gün öncədən ödəniş edirik və elə halda biz öncəki 12 ayı toplayırıq. Sonra bir işçi bir həftədə maksimum neçə saat işləyə bilir, əsas əlavə işlərinizlə birlikdə. Dostlar, bu biraz iş vaxtı submodu, iş vaxtı mövzusuna keçir.
Bizdə müəyyən bir normalarımız var. Həftəlik 40 saat, gündəlik 8 saat. Əlavə iş yerlərində bu bayaqlarda qeyd etdim sizə ki, onun yarısı qədər, yarısından çox ola bilməz. Yəni 40 saatın yarısından, 20 saatdan çox ola bilməz. Amma bəzi iş yerləri, bəzi iş rejimləri var ki, biz orada həmin bu həftəlik normalarda pozmuş oluruq. Yəni belə bu kimi məqamlar da var. Amma prosta indi bugünkü mövzumuz deyil. Təəssüflər olsun ki, dostlar. Təşəkkür edirəm Lala xanım. Tak, Nika xanım sual verdi. Əgər bir işçi... Okey, bunu cavablandırdım. Hə, bunu cavablandırdım. Təşəkkür edirəm. Təşəkkürlər dostlar. Ay, o xoş sözlər gəldi bu dəqiqə. Mənim enerjim biraz da qalxacaq indi. Tak, yanvar ayında əmək haqqı 345 azayın qalıb işçidə. Onu vahid bəyannamədə 400 qeyd etməliyik. Dostlar, vahid bəyannamə biraz səhv etmirəmsə mühasibatlığın işidir. Mən də tam olaraq bunun detalını bilmirəm. Mən sizə yalandan bir məlumat vermək istəmirəm. Amma baxın, işçinin yanvar ayının itibarən onun əmək haqqısı 345 qala bilməz. Bu o deməkdir ki, siz qanun pozuntusu edirsiniz. Ola bilər ki, siz misal üçün bizdə praktikada olub, kağız üzərində dəyişmişik, yəni ki, sistemdə dəyişmişik, ştat cədvəli falan hamısını dəyişmişik. Lakin işçinin misal üçün simasında bir problem var, o müəyyən bir sənədə görə, sənədə imza ata bilmir. Belə bir hal mövcuddursa və siz işçiyə doğrudan da 400 manat əmək haqqı keçirmisinizsə, tamam, məncə bəyannamədə 400 qeyd etməniz okeydir. Amma 345 qala bilməz. Yəni, belə bir məqamlara diqqət edin. Hətta sizə onu deyim ki, öncəki dəyişiklikdə əvvəl 300 neçə idisə, 345 olanda bizim sosial məzuniyyətdə olan bir xanımımız var idi. Onun əmək haqqısı minimumdan aşağı qalmışdı. Halbuki işçi sosial məzuniyyətdə olan əmək haqqısına dəyişiklik toxunmaq olmaz. Amma burada bir qərar var, prezidentimizin qərarı var və biz ona dəyişiklik etmədiyimizə görə bizə çox ciddi bir xəbərdarlıq gəlmişdi. Hətta belə bir cərimə alma ehtimalımız da var idi. Sadəcə izah etdik ki, işçi sosial məzuniyyətdədir. Buna görə də onun hər hansı bir dəyişiklik edə bilmirik. Məcbur şəkildə dəyişdik. Ona görə ümumiyyətlə heç kimdə qalmasın. 345 qalmamalıdır. Natamamla işləyirsə tamam, okey. Amma tam iş rejimindən 345 qalmamalıdır. İldən sonra görmək. Təşəkkür edirəm Həcər xanım. Analıq məziyyətində olanla başqa işdə işləyə bilərəm. Əgər hə, rəsmi işçi olmaq şərti ilə nə kimi götürə bilər əmək məcəlləsinə görə? Ümumiyyətlə, baxın, analıq məzuniyyətində ola-ola siz başqa bir iş yerində, misal üçün, mənim bir əməkdaşım analıq məzuniyyətindədir və həmin müddətdə o başqa yerdə işləyir. Məndən bunun bir riski yoxdur, çünki mən onu zaten analıq məzuniyyətinə göndərmişim. Amma siz orada başqa bir iş yerinə işə başlamışsınızsa, sizin DSMF ödənişləriniz gedəcək. Bu deməkdir ki, sizin ən azından müavinətləriniz kəsiləcək. Bilirik ki, qismən sosial məzuniyyətdə olan işçilərin aylıq müavinətləri hesablanır, göndərilir. Ona görə də onlar kəsiləcək. Və mümkün dərəcədə elə bir şey olmasın. El arasında dediyimiz o qeyri-rəsmi işləmələri təbii ki, buna qarışa bilmərəm. Amma rəsmi olaraq zaten siz orada işə düzəlsəz də tamam işə, əlavə iş yeri kimi də işə düzələ biləcəksiniz. Çünki əsas iş yeri mənim iş yerimdir. Yəni, məndə əsas iş yerinizi siz tamam olaraq, yəni əlavə iş yeri olaraq başqa yerdə işə düzəlsəz, okey, düzələ bilərsiniz. Amma müavinətləriniz kəsiləcək. Amma mənə bir əsas iş yeri olaraq heç bir riski yoxdur. Çünki mən sizə görə cavabdeh deyil. Mən sizi yönləndirmişəm analıq məzuniyyətinə, yəni sosial məzuniyyətinə. Orada artıq siz nə edirsiniz, nə etmirsiniz, əsas iş yerinin heç bir məsuliyyəti yoxdur. Aytaç xanım, orta əmək haqqı və orta aylıq əmək haqqı bunun hesablanma üsuludur bircə. Biri qeyd etdiyim ki, orta aylıq əmək haqqı əmək məzuniyyətini hesablayarkən biz buna orta aylıq əmək haqqı deyirik, amma normalda o da elə baxanda orta əmək haqqıdır. Sadəcə hesablanma üsulları fərqlidir. Orta əmək haqqı dediyimizdə bu 177-ci maddəyə istinad edir, yəni bu 2 ay məsələsidir. Amma əmək məzuniyyətini hesablayarkən, yəni orta aylıq əmək haqqını hesablayarkən biz 12 ayın gəlirini, yəni 140 nömrəli maddəyə istinad edirik. Şirkətdə eyni vəzifədə çalışan işçilərin maaşı fərqli olur. Bəli, ola bilər. Sürücülər əvvəl 700 manat maaş təyin olunub, indi yeni qəbul olunur 400 manat təyin olunması. Bəli, ola bilər. Baxın, işçinin, necə sizə deyim, əlavələr yadınızdadırsa qeyd etdim ki, işçinin həvəsləndirmə
məqsədi ilə təyin olunur. Və yaxud da olur ki, köhnə işçidir, niyə də olmasın, 700 manat olur. Mən daha təcrübəliyəm, işin təcrübəsinə görə, peşəkarlığına görə, ixtisasına görə, görülən işə görə, ola bilər həmin sürücü daha uzaq məsafələrə gedir. Təbii ki, ola bilər. O minimum hədləri pozmadıqca fərqli əmək haqqı oluna bilər. Nəqliyyat xərcləri müqaviləyə daxil oluna bilərdi əmək haqqına əlavə olaraq. Nəqliyyat xərcləri adətən əmək haqqıya aid edilmir. Dostlar, bu əmək haqqı fondu deyil. Özünüz edirsiniz ki, nəqliyyat xərcləri. Bu əlavə digər xərclərə daxil oluna bilər, amma əmək haqqı fonduna daxil edilməsi düzgün deyil. Yəni, siz onu misal üçün bir əlavələr kimi, misal üçün aylıq ödənişlər edə bilərsiniz. Bu kimi mümkündür. Amma əmək haqqı fonduna bağlılığı yoxdur bu. Həmin şirkətdə üzr istəyirəm, yeni bir işçi tələb edirsən, mən məsələn artıq 3 ildir çalışıram və əmək haqqının artırılmasını istəyir. Bu yəqin ki, bu əmək haqqının artmaması məsələsi ilə bağlı sualımızdır. Bir işçi həmin şirkətdə yəni yeni bir işçi tələb edirsə, mən məsələn artıq 3 ildir çalışıram, əmək haqqının artırılmasını istəyirəm. Tamam, yeni işçi istənilməsi ola bilər ki, belə bir həcminiz var ki, çatdırmırsınız. Bu da mümkündür. Amma ilk öncə bir təklif edin ki, tamam, mənim maaşımı artırın, sizə verilən bütün işləri yerinə yetirəcəm. Ola bilər ki, bəlkə də sizə çox həddindən artıq yüklənirlər. Oradan da bəlkə də siz müəyyən bir işi çatdırmırsınız. Bu da mümkün ola bilər. Amma təbii ki, təkliflərinizi ilk öncə, baxın, bizim bir səhv deyim də buna mentalitetimiz var ki, nəsə bir xəttimizə dəyən kimi nə olur? Gedəm şikayət eləməyə. Nəsə xəttimi dəyər, küsürəm, incəyirəm. Yəni, bu mümkün deyil. İlk öncə biz bir kommunikasiya qurmalıyıq. Ümumiyyətlə, biz HR mütəxəssisləri olaraq bu kommunikasiyaya açıq olmalıyıq. İlk öncə bir müraciət eləyin. Bir deyin ki, iradım deməyim, amma narazılığınızı bildirin ki, mən uzun müddət sizdə işləyirəm, əmək haqqımı artır, inflyasiya var, falan var, gediş haqqı artır, avtobus pulu artır, yəni o qədər bir bəhanə deyə bilərsiniz və görsəz ki, doğrudan da sizə bu dərəcədə dəyər verilmirsə, yəni o əmək haqqının artırılması çox ciddi, ola bilər ki, maliyyə bir durumlar var, onu da nəzərə almaq lazımdır, amma artıra bilərlər, artırmırlarsa, bəlkə də sizin orayla sağollaşmaq vaxtıdır. Sadiq bəy bizim aktiv tələbələrimizdən biridir. Təşəkkürlər. Salam, müəssisə fəaliyyətini dayandırır və işçiyə xitam verir, amma müəssisənin vəsaiti olmadığı üçün son ayı hesab ödənilmir. İşçi isə bu hal bağlı şikayətçi olmur. Belə olan halda yenə də müəssisənin cərimə olma ehtimalı. Baxın, yadınızdadır, birinci cümlə dedim ki, işçi hər o işə götürən maliyyə durumundan asılı olmayaraq işçinin bütün ödənişlərini mütləq şəkildə ödənməlidir. Tamam, müəssisənin vəsaiti olmaya bilər, amma belə bir qeydimiz də var. Səhv etmirəmsə, maddənin nömrəsi yadımda deyil, açığı deyim. Deməli, bizə qeyd olunub ki, işçinin maddi durumu, işə götürənin maddi durumu olmasa da, öz malı mülkünü satıb, işçilərin ödənişlərini mütləq şəkildə ödəməlidir. Və yaxud da ki, ola bilər ki, bir möhlət istəyər. Və yaxud da ki, iflas edilə bilər, yəni bankrot. Bildiyimiz o bankrot var, iflas oluna bilər və belə olduğu halda da bir dövlətdən mən bir təminat alma hüququ var işə götürən. Yəni, işə götürən hər bir halda onu ödəmək məcburiyyətindədir. Malın mülkünü, şəxsi obyektlərini satıb o pulu ödəməlidir. Müraciət təbii ki, şikayətçi ola bilər. Çünki müəssisə fəaliyyəti dayandırırsa, biz bilirik ki, 70-ci maddənin A bəndi ilə xitam verilir, müəssisə dayandırır. Orada əlavə kifayət qədər ödənişlər var, işçiyə işdən çıxarma müavinətlər var və bu kimi müavinətlər mütləq şəkildə işçiyə ödənməlidir. Ona görə işçi ən azından tələb etməyi bacarsın. Nərgiz xanım, adaşım, təşəkkür edirəm. Əsas işlərində olan işçi eyni yerdə analoqdadırsa və əlavə olaraq da əsas iş yerində olan işçi eyni yerdə analoqdadırsa və əlavə olaraq da işləyə bilər. Baxın, bunu artıq mən qeyd elədim ki, əsasda ola-ola əlavədə işləyə bilər, tamam. Amma müavinətlər dayanacaq. Amma eyni iş yerindədirsə, təsəvvür edin ki, mən bir iş yerində çalışıram, həm əsasda oradayım, həm əlavədə oradayım, başqa bir vəzifədə əlavədə oradayım. Əsasda işə çıxmıram, əlavəyə işə çıxıram. Bu biraz tam olaraq düzgün olmamış kimi olur. Amma təbii ki, qarşılıqlı razılıq əsasında oluna bilər. İşçi ola bilər ki, desin ki, mən misal üçün insan işə qəbul üzrə mütəxəssis kimi hələ çıxa bilmirəm işə, amma evdən misal üçün və yaxud ki,
gündə 1 saatlıq gəlib operatorluq edə bilərəm. Yəni bu qarşılıqlı razılıq əsasında oluna bilər, amma bilin ki, müavinətlər dayandırılacaq. Tak, bu bizim yazılı suallarımız idi. Tak, bir dəqiqə. Burada əllər qalxıb səhv etmirəmsə, suallar mövcuddur, amma mən nədənsə görmürəm. Tak. Deməli, 2 dənə əl qalxıb bizdə. Deməli, Günel xanım Vəliyeva var və bu kod yazılıb yəqin ki. Kimdir bu bilmirəm. Bu kod iştirakçımızdan xahiş edəcəm. Sualı varsa sualını versin. Dostlar, səsim gəlir. Bəli, Nərgiz xanım, gəlirsiniz səsimiz. Okey, əla. Bəli. Əla, çox sağ olun. Günel xanım onda sualını versin. Sualı varsa buyursun. Axşamınız xeyir olsun. Axşamınız xeyir. İlk öncə təşəkkürümüzü bildiririk. Sualım ondan ibarətdir ki, bəzən EMAS-da girəndə, yəni işçi işə qəbul edəndə, orada tam ştat, yarım ştat elə bir yəni seçim verilir. O yarım ştat olanda əmək haqqının bu 400 manat minimal ya 500 manat, onun yarısı mı verilməlidir, yoxsa ixtiyarımız varmı yarısı vermək, yoxsa ümumiyyətlə bu nə məna daşıyır bu yarım ştat məsələsi? Deməli, təşəkkür edirəm Günel xanım. Bəli, əması açanda bizə deməli seçim verilir, iş rejimi seçirik. Natamam iş rejimi seçiriksə, yəni həmin o dediyim yarım ştat, 1 ştat, tam ştat, 3də 1,2 var. 1,2 yox. 2də 1. 2də 1-dir, 3də 4-dür. 1də neçə var? 1,3-dür. 1/3-dür. 3də 1. 3də 1-dir. Hə, bu nə deməkdir? Misal üçün biz tam ştat üzrə qeyd etdik ki, işçinin 400 manat ən azından əmək haqqısı olmalıdır. Düzdür? Yəni tarif maaşı olmalı. Amma biz natamam seçirsə, yəni həmin o yarım ştatı seçiriksə, biz əmək haqqını o minimum əmək haqqından az verə bilərik. Çox verə bilərik, o sözsüz, problem yoxdur. Amma azını verərkən biz o hədləri, minimum hədləri qorumalıyıq. Misal üçün biz deyirik ki, 2də 1, ştatın 2də 1 hissəsinin yarısını seçiriksə, biz orada 200 manatdan aşağı əmək haqqı təyin edə bilmərik. 100 manat əmək haqqı təyin edə bilmərik. Yəni ən azı 200 olmalıdır. Yəni tam məbləğ, tam ştat var, tam ştatın maaşı misal üçün 500-dürsə, yarım ştatın maaşı 250-dən az ola bilməz. Yəni o minimum hədləri biz mütləq şəkildə qorumalıyıq. Maksimumdan heç bir problem yoxdur. Amma o minimum hədləri, misal üçün biz 4də 3 seçiriksə, biz o norma, tam iş rejimi üzrə çalışan işçilərə verdiyimiz əmək haqqının 3də 4 hissəsindən az olmamalıdır. Yəni, misal üçün, tam iş rejimi üzrə birin əmək haqqısı 1000 manatdır, yəni tam iş rejimi üzrə 1000 manatdır. Biz 4də 3 seçiriksə, yəni 3/4 seçiriksə, 4də 3 deyilirdi, amma 3də 4 deyilir, 4də 3 deyilir, üzrü sayın. Onu seçiriksə, biz ən azından 750 manat əmək haqqı verməliyik. Yəni, o minimum həddini mütləq şəkildə qorumalıyıq. Maksimumda heç bir problem yox. Amma minimum həddləri qorumalıyıq. 2də 1 verirsə, 4də 1 verirsə, o zaman biz 4də 1 verirsə, ən azı 250 manat əmək haqqı verməliyik. Ən azından. Yəni, o aşağıdakı minimum həddləri biz qoruya bilirik. Amma təbii ki, minimum əmək haqqıdan az ola bilər. Saatlarında da fərq olacaq da, yəni saat azaldacaq. Bəli, saatlar mütləq. Elə iş rejim, o yarım ştat dediyimiz 3də 4də 3də tamam, onu nədənsə mən ifadə eləyə bilmirəm indi. Yəni, o natamam iş rejimini seçdiyimiz əsas elə məqsədi odur ki, iş saatlarını azaldaq. Biz iş saatlarını azaldırıqsa, işlədiyi saata mütənasib olaraq əmək haqqısı verir. Onda bəs qısaldılmış iş vaxtı, natamam iş vaxtı və bu yarım ştat 3,4 o dediyimiz fərqi nədədir onda? Baxın, qısaldılmış iş rejimi ümumiyyətlə tamamilə başqa bir məsələdir. Qısaldılmış iş rejimi bu hər adama qismət olmur, necə deyərlər. Onu qoyuruq bir. Qısaldılmış iş vaxtı təyin ediriksə, biz əmək haqqları qətiyyən azaltma haqqımız yoxdur. O qanun pozuntusudur. Amma natamam nədir? Baxın, tam iş rejimindən mən alıram 1000 manat. Gün ərzində işləyirəm 8 saat.
Siz Günel xanım gün ərzində işləyirsiniz 4 saat. Yəni mən sizə 100 manat verə bilmərəm. Çünki normalda həmin o ştatın maaşı 1000 manatdır. Siz yarım gün işləyirsinizsə, yəni 8 saat deyil, 4 saat işlərsə, əmək haqqında yarısını, yəni 4 saata mütənasib olaraq almalısınız. Yəni 500 manat əmək haqqı ən azından almalısınız. O minimum hədd dediyim budur. Yəni natamam iş vaxtı və orada 0,5, 1,2-də qeyd Bəli. eləsə eyni məna daşıyırdı, onda elə Bəli, çıxır. bəli. Aydındır. Buyurun. Çox sağ olun. Buyurun Günel xanım. Tak, suallarımız deyəsən qalmadı dostlar. Burada bilməm nə dərsə gəlir, bu mənim texniki məsələlərdir. Dostlar, bugünkü master klassımız bu qədər. Biz nə qədər? 1 saat yarım keçdi. Əlavə kiminsə sualı varsa, yəni bu mövzu ilə, başqa bir mövzunu 1-2-3 dəqiqəmdə əlavə sərf edə bilərəm, problem yoxdur. Amma əsasında əmək haqqı ilə bağlıdır. Kiminsə qaranlıq qalan sualı varsa, təbii ki, müraciət edə bilər. Müraciət etmədən başqa da təbii ki, kurslara qatıla bilər. Biz orada məndən başqa digər təlimatçılarımız da var. Günel xanım var, Həcər xanım var, Qəmər xanım var, Vüsal bəyimiz var. Düzdür, Vüsal bəy nadir halda qatılır təlimlərə, amma daimi bizim yanımızdadır, bizim üstümüzdədir, dəstəyi bizimlədir və lazım olduqda dərslərə də qatıla bilər. Yəni biz çoxuq və bizim praktikamız çoxdur. Bizim çalışmaq istəyimiz çoxdur. Biz o enerji ilə, biz o təcrübə ilə sizinlə paylaşmağa hazırıq. Ona görə kurslarımızda sizi gözləyirik. Fərqi yoxdur, bu kadr inzibatçılığı olsun, HR MBA olsun, digər təlimlərimiz olsun. Kifayət qədər HR Option təlimləri var, kifayət qədər maraqlı bir mövzular var. Tövsiyə edirəm ki, daimi olaraq inkişaf edin, daimi olaraq vaxtınızı səmərəli istifadə edin. Yəni mən ümidvaram ki, bu 1 saat yarım burada keçirdiyimiz vaxt boşuna getmədi. Yeni bir məlumatlar əldə etdiniz. Ümid edirəm. Ən azı xoş bir tanışlıqlar oldu. Görmədiyim iştirakçıları yenidən gördüm, yenidən xatırladım. Bəli, Sahil bəy. Nərgiz xanım, çox üzr hesab edirəm. Mən üzr səbəbdən, yəni təlimdən ayrılmalı oldum. Əgər təlimin axırıdırsa, suallarımı verə bilmədim. Mümkünsə sualımı verərdim. Bəli, buyurun, sualınızı verə Dediyim bilərsiniz. kimi, yəni sualım bu idi ki, dediyim kimi mən belə baxanda HR-ın həm recruitment-ə, həm də kadr karşılarında olmuşam. Amma yəni payroll həqiqətən də mənim üçün çox maraqlıdır. Yəni əmək haqqı, yəni hesablanma ümumiyyətlə mənim üçün maraqlıdır. Hətta o mühasiblər eləyəndə belə, yəni baxırdım ki, görürsən necə eləyirlər də. Ona görə yəni onu ən azından təlimə qoşulmadan, yəni necə öyrənməyi məsləhət görürsüz? Yəni maddi məsələlərdən söhbət gedir də, yəni. Nədən? Maddi məsələlər, yəni tələbələr var, yəni beləsinə. Bildim. Baxın, deməli ümumiyyətlə ilk öncə qanunvericiliyi oxumağa başlamalısınız. Yəni tamam, payroll üzrə bazamız istər-istəməz əmək məcəlləsi. Əmək məcəlləsinə bağlı olan Nazirlər Kabineti misal üçün qərarlardır, qanunvericilik. Bunları oxuya bilərsiniz və eyni zamanda da tamam başa düşürəm maddiyyatdır, tələbə ola bilərik, ailə durumları və fərqli ola bilər. Amma bizim beynimiz daima yeni informasiyaya açıq olmalıdır. Ən azından bizdə olan bu ödənişsiz master klasslara qatılmağınızı tövsiyə edirəm. Və tək bizdə deyil, yəni ümumiyyətlə başqa bir internet, belə deyim də, Prostora internetə deyirlər də, yəni çox geniş bir məlumatlar var. Yəni siz adi sadəcə bir dənə misal deyim, bu süni intellekt var. Yəni orada bütün məlumatlarınızı, suallarınızı, qaranlıq qalan məsələlərinizi verə bilərsiniz. Mən şəxsən bəzi hallarda istifadə edirəm. Çalışam istifadə etməyim, öz beynimi işlədim. Amma lazım olur bəzi hallarda. Yəni dediyim kimi internet səhifələrində kifayət qədər ətraflı məlumatlar var. Amma təlim bizə bunların hamısını toplamağa şans verir. Yəni biz fərqli yerlərdə eşitdiyimiz məlumatları biz təlimlərdə toplu şəkildə öyrənirik. Ona görə təbii ki, təlim daha tövsiyə olunur, amma burada təbii ki, alınmırsa, qeyd etdiyim kimi, master klasslar var, webinarlar var, seminarlar var, ödənişlisi var, ödənişsiz var. Yəni bunlardan yararlanın. Əgər də oradan da vaxtınızı bu şəkildə, səmərəli şəkildə istifadə etmək istəyirsinizsə, yəni hər hansı bir həyətdə gedib çayxanada oturmaqdansa bu şəkildə dəyərləndirmək istəyirsinizsə, edin, mütləq şəkildə edin. Çünki yaşdan asılı olmayaraq. Bizdə tələbələrimiz, iştirakçılarımız var ki, mənlə də yaşca böyükdür və doğrudan da görürsən ki, çox səy göstərir, əziyyət göstərir, amma gözəl bir nəticələr əldə edir və işində də görürsən ki, misal üçün, yenidən təkmilləşir.
Ona görə yaşdan asılı olmayaraq, maddi durumdan asılı olmayaraq, evdəki vəziyyətdən bizdə hətta təlimlərə olur ki, uşaqlarla dərsə qatılanlar olur. Düz mikrofon söndürürlər, amma qucağında bir uşaqla dərsə qatılanlar olur. Bu da ki, onlayn dərslərin bir plusudur. Ona görə hər bir şəkildə çalışın, özünüzü inkişaf etdirin. Sadəcə ən azından oxuyun. Oxuyun və bu kimi master-klasslara, webinarlara qaşınmağa çalışın. Bir də Nərgiz xanım çox söz verir hesab edirəm. Buyurun. Bir də bu payrollda ümumiyyətlə mən baxıram ki, yəni daha çox internlər recruitment sahəsində olur. Payrolldan görürəm ki, yəni bəy namizəd və ümumiyyətlə payrolldan internlər olmur. Yəni beləncə rastınıza çıxanlar varmı və ya da sizin qurumda, şirkətdə varmı, yəni hal-hazırda axtarılan? Sözün düzü, okey. Sözün düzü, mən nəyə görə düşünürəm ki, nəyə görə olmur? Ümumiyyətlə, mən əslində açığı deyim, payroll sahəsində daha çox kişi nümayəndələrimizin çalışmasına fikir vermişəm, diqqət yetirmişəm. Amma fərqlidir, yəni fərqli şəkildə ola bilər. Bu da dediyim kimi daxili qərarlar əsasında ola bilər. Ümumiyyətlə, bununla bağlı hər hansı bir məhdudiyyət olmamalıdır mənə görə. Deməli, intern deriz. Nəyə görə yoxdur? Əmək haqqının hesablanması çox məsuliyyətli bir işdir. Biz intern işə qəbul edə bilərik, əmək qanunvericiliyi, yəni əməliyyatlar şöbəsinə qəbul edə bilərik, təlimlərə qəbul edə bilərik. Amma əmək haqqı hesablanmasında intern bəzən məsuliyyət cəlb edir. Yəni, təsəvvür edin ki, bir işçi gəlir və siz intern olaraq, yəni bir tələbə olaraq, siz təcrübəçi olaraq kiminsə əmək haqqısını hesablayırsınız və səhv hesablayırsınız. Və sizi öyrədən şəxs də bunu bəlkə də bir vaxtı olmadı yoxlamağa, eləməyə. İstər-istəməz əmək haqqı çox həssas bir məsələdir. Şəxsən mənim əmək haqqıma 10 manat az olsun, istərseniz düşünməyə başlayın ki, xeyr, o mənə 10 manat az pul oturub. Yəni, siz özünüz də eləsin, hamı elədir. Ona görə bu sahəyə bəlkə də intern olması, xüsusilə də bu təcrübə proqramı ilə qəbul olunanlar mənə görə biraz o da çətin məsələdir. Amma mən praktikada görmüşəm necə. Bir müəssisədə, misal üçün, əməliyyatlardan başlayıblar, işə qəbuldan başlayıblar və yaxud ki, biznes tərəfdaşı olaraq başlayıblar və yavaş-yavaş bu sahəni öyrəndikdən sonra transfer olunurlar bu əmək haqqı hesablanmasına, payrolla. Ona görə məncə dayanmamaq lazımdır. Bu təcrübə proqramlarının olmaması normaldır, xüsusilə də bu sahədə. Çünki təcrübə proqramları kimin üçün götürürük? Sıfırdan olanlar üçün götürürük. Ayrıca gəlirlər, öyrənirlər, təkmilləşirlər və çox gözəl nəticə göstərir. Bəzi hallarda məsələlərdə qalırlar da. Amma əmək haqqı həssas bir məsələdir. Mən də şəxsən açığı deyim, əmək haqqı işinə, yəni payrolla hər hansı bir intern götürmərəm. Yəni ən az və yaxud da ki, bildiyim, yanımızda yetişdirdiyim insanı təkmilləşdirməsi üçün, yəni növbəti addımlar kimi, tamam, baxa bilərəm. Amma sıfırdan, kənardan orada təcrübəçini gətirməsi mənə görə biraz həssas bir məsələdir. Tak. Başqa bir qeydiniz var, Sahil bəy? Nərgiz xanım, mən də bir sual verə bilərəm. Buyurun, Maksud bəy. EMAS-la imzalanmış əmək müqaviləsinin vaxtı bitib, amma yenə də iş prosesi davam edir. Bu zaman necə olur? Bir məlumat almaq istəyirəm. Sözün düzü dostlar, EMAS sistemi ilə mən tam olaraq özüm işləmirəm. Detallı olaraq mən ora səhifənin özünə girmirəm mən adətən. Ümumi bir məlumatım var. Amma baxın, işçinin əmək müqaviləsi işə qəbul olunarkən, misal üçün bir işçini 3 aylıq misal üçün qəbul və yaxud da ki 6 aylıq qəbul edirik və müəyyən bir müddətdən sonra o vaxt bitir və düzdür, sistemdə görsənməyə bilər ki, vaxt uzadılıb. Amma əmək müqaviləsi qüvvədə hesab olunur. Çünki o müddət uzanmasaydı, müqavilə qüvvədən düşmüş hesab olunacaqdır. Sizin müqaviləniz isə qüvvədədir. Qüvvədə olduğuna görə o müddət avtomatik olaraq uzadılmış hesab olunur. Bəlkə sizə xitam verməyənə qədər. Xitam olunur da avtomatik olaraq müqavilə qüvvədən düşür. Yəni orada vaxtın konkret olaraq, misal üçün, bizdə bir işçi var, bu günlərə baxmışam ki, 2021-də qəbul olmuşum, 22-ci ildə müqaviləsi bitmiş görsənir, amma müqaviləsi qüvvədədir və bütün lazım əməliyyatları biz orada edirik. İşçidən yenidən ərizələr imzalayırıq, məzuniyyətə göndərik falan. Yəni bu göstərici deyil. Ona görə siz müqavilənin qüvvədə olub-olmamasına diqqət yetirin. Müqavilə sadəcə uzadılmış hesab olunur. Vaxt bitirindən sonra müqavilə müddətsiz olur, yoxsa müəyyən bir müddət çərçivəsində? Müqavilə əmək müqaviləsi maksimum 5 ilə qədər ola bilər. 5 il müddətsiz ola bilər. Ondan sonra, daha doğrusu müddətli ola bilər. 5 ildən sonra müddətsizə avtomatik olaraq keçirilir.
Nə qənaətə gəlir? 6 aylıq məsələn bir müqavilənin vaxtı bitibsə, növbəti 6 ay mı artırılıb yoxsa necə? Növbəti 6 ay artırıldı. Tamam, təşəkkür edirəm. Nərgiz Buyurun. xanım, bir üzr istəyirəm. Slayd bizlə Buyurun. bölüşüləcək ümumiyyətlə. Slide paylaşılacaq, bəli. Aha, oldu. Çox sağ olun. Buyurun. Dostlar, əllər gəlib, amma tam olaraq bilmirəm. Prosta biraz vaxt məhdudiyyətimiz var. Əmək haqqının HR hesabları ya məhsubatlıq bu şirkətdən asılıdır dostlar. Bəzi müəssisələri var da orada payroll mütəxəssislərimiz var, onlar hesablayır. Bəzilərində isə bizdə mühasibatlığı bütün əmrləri, sənədləri, tabel cədvəlləri falan yönləndiririk, onlar hesablayırlar. Bu müəssisədən müəssisəyə dəyişilir. Dostlar, iki nəfərin Hesablama içində ən çox hansı çətindir bu qədər hesablamanın içində? Hesablamalar ümumiyyətlə hesablama çətin də deyilən bir şey yoxdur dostlar. Hesablama baxın, biraz riyazi yönümlü insanlar olur ki, onlar bu rəqəmləri havada tutur. Yəni hesablamalar bəzən beynində də aparılır. Zaten indi bilirsiniz ki, müəyyən bir sistemlər var, ERP proqramları var, nə bilim Excel var, fərqli proqram, 1S var. Yəni orada bəzi hallarda sistem özü hesablayır hər şey qoyur. Yəni hesab çətin deyilən bir şey ümumiyyətlə yoxdur. Biraz əmək sərf edilən bir işlər olur. Misal üçün mükafatların hesablanmasıdır, bonuslardır falandır, bu kimi hallar ola bilər. Amma belə əmək haqqının hesablanması çətin deyil. Bəzi nüanslar var ki, onu mütləq şəkildə bilməliyik. Onlar da biləndən sonra inan mənə heç nə çətin deyil heç nə bizə. Tak, Şəbnəm xanım, bir Şəbnəm xanımın, bir də Ülviyə xanımın sualını cavablandıraq, sonra təəssüflər olsun ki, master klassımızı məcbur şəkildə bitirməli olacaq. Nərgiz xanım, axşamınız xeyir, çox sağ olun, vaxtınızı ayırdınız. Mən bir dənə məqama toxunmaq istəyirəm. Bu işçiyə kompensasiya ödəyirik, işdən çıxır. Deməli, qəbul eləmişik fevral ayının 7-si, xitam da veririk mart ayının, tutaq ki, 16-sı. Yəni, tam ayı yoxdur. Məcəllənin qeydində var ki, 12 aydan az olanda faktiki işlənmiş tam aylara görə hesablamanı aparmalıyıq. Belə olan halda siz ona son haqq hesabda sırf məzuniyyət günlərinə görə necə pul ödəyirsiniz? Yəni, işçi fevral ayında qəbul olunub, düzdür? Bəli, fevralın 7-si qəbul olub, martın 15-i də azad olur. Özü könüllü çıxıb getmək istəyir. Gün olaraq məzuniyyət haqqı var. Tamam. Amma hesablama olaraq. Yəni, belə baxanda fevral ayını biz adətən nəzərə almırıq, çünki tam ayı deyil. Okey, qalır bizdə mart ayı. Mart ayını, onda biz sözümüzü faktiki əmək haqqının üzərindən gedərdik. Yəni, faktiki qazancını götürürük. Martda kompensasiya hesablayarkən, siz məsəl üçün ayın 16-sı çıxardırsınız. Amma 16-sına qədər kompensasiya vaxtı, yəni istifadə edilmək məzuniyyət kompensasiyasını hesablayarkən biz artıq həmin ərəfədə əmək haqqında artıq bilmiş oluruq. Yəni, bu 16 günün əmək haqqısını hesablamış oluruq. Ona görə toplayardım onların hamısını və günlərə uyğun olaraq bölüb o şəkildə hesablayardım. Aydındır. Aydındır, çox sağ olun. Yəni, praktiki işlədiyinə baxırıq. Bir işçinin ki, müəyyən bir norma, ay normasını yerinə yetirmədikdə, biz faktiki işlədiyinə baxırıq. Çünki martda artıq işlədik, faktiki işləyib və fevralda faktiki işləyib. Yəni, burada 30,4 deyil, burada gün hesabı geçsək daha yaxşı olur və bilirsiniz necə? Biz elə bir üsul seçməliyik ki, biz az olmasın, çox olsun məsələsidir. Yəni, biz heç vaxt işçiyə, misal üçün, 15 manat kompensasiya düşürsə, 13 manat hesablanmamalıyıq. Artıq hesablayın, 15, 16 manat, 17 manat falan artıq hesablayın ki, sabahsı gün problem olsun. Amma normalda o ki, müddət normasını yerinə yetirməyibsə işçi, biz onun faktiki işlədiyinə mütləq şəkildə baxmalıyıq. Faktiki işləyibsə... Bəzi müəssisələr yanaşma belə qoyurlar ki, heç bir tam işlənmiş ayı yoxdur deyə ona heç bir məzuniyyət əvəzi pul ödənməyəcək. Yəni, mən də bunu doğru hesab eləmirəm. Ona görə dedim, sizin təcrübənizdən soruşum ki, ona necə ödəyəcəksiniz? Ümumiyyətlə, məzuniyyətdə... Siz fevral ayında olan gəlirinlə mart ayında olan gəliri toplayıb, faktiki işlənmiş günlərin sayına bölüb bir günlük normanı tapıb, 2 gün haqqı varsa o məbləğə vurub onu ödəyirsiniz. Bəli, o şəkildə edərdim. Məsələ bilirsiniz nədir? Bu ödənməmək məzuniyyəti tam ayı olmadı, nə bilim bir ay olmadı, eləmədi. Buna görə ödəniş etməmək, əmək haqqı hesablamamaq birbaşa qanun pozuntusudur dostlar. Çünki işçinin ümumiyyətlə əmək məzuniyyətində əmək məzuniyyətinin yaradılması var, yaranması. Belə deyim də, əmək məzuniyyətindən istifadə hüququ var.
Bir də əmək məzuniyyəti hüququ var. Yəni bu Bəli. deməkdir ki, biz işə qəbul olunarkən hər işlədiyimizə görə bizim məzuniyyət balansımız toplanılır. Yəni mən 3 gün işləsəm də mənim məzuniyyət balansım toplanır. Günlük də olsa toplanılır. Amma məzuniyyətdən istifadə hüququ bu artıq başqadır. Mən ən azı 6 ay işləməliyəm ki, o məzuniyyətdən istifadə edim. Ona görə 3 gündə işləsə, 5 gündə işləsə, 10 gündə, 2 ayda işləsə biz mütləq şəkildə onun haqq hesabını etməliyik və istifadə edilməmiş bütün məzuniyyət günlərinə görə biz kompensasiyanı ödəməliyik. Amma Şəbnəm xanım, bu detalını mən bir daha dəqiqləşdirərəm. Faktiki günlər üzərindən gedərdim sözünüzü, bu kimi hesablamalar aparırdım. Amma yenə də dərindən mən bu dənə bunu araşdırım. Mən sizə geri dönüş edəcəm. Bizim əməkdaşlarımıza məlumat verəcəm. Sizə geri dönüş edəcəklər. Yəni hətta qrupunuz da var bununla bağlı. Ora sizə məlumatları göndərər. Tamam, çox sağ olun. Bildiyim qədərlə bir 90% bu şəkildə faktiki qazanc, faktiki günlərə bölünməlidir. Amma yenə də detallı olaraq mən sizə bunu, sizin üçün bunu araşdırıram. Amma mütləq şəkildə ödənməliyik. Tamam, çox sağ olun. Buyurun Şəbnəm xanım və Ülviyə xanım. Ülviyə xanım sizin də sualınızı və bununla da bizim master klassımız bitir. Ülviyə xanım, Rəsul. Bəli. Çox sağ olun Nərgiz xanım, bugünkü təlimimə görə təşəkkür edirəm. Mənim sualım Şəbnəm xanımın sualına biraz oxşuyur. Şəbnəm xanım mənə çox maraqlıdır ki, nə nəticələnəcək. Deməli, işçi bizdə bir 5 ay bundan əvvəl işə düzəlib. Bu 42 ay buzlar vaxtı yıxılıb və əli sınıb və xəstəlik kağızı gətirir. Mənə də maraqlıdır ki, xəstəlik kağızı gətirəndə son 12 ayı götürmək lazımdır. Və bizdə də bu işçi ayın ortasından gəlib. Bizdən əvvəl də başqa yerdə işləyib, oradan arayış gətirəcək. Mənə çox maraqlıdır ki, mən 12 ayı götürəndə bizdə ortada gəlib oturubsa, məsəl üçün, hər hansı bir dekabr ayının məsələn ortası gəlibsə, mən son 12 ay götürəndə dekabrı nə etməliyəm? Götürürsünüz. Dekabr dərin gününü sayı kimi götürürəm. Çünki orada Şəbnəm xanım demişkən qaydada tam işləməyib məndə dekabr ayında. Xəstəlik vərəqəsinin hesablamasından deyirsiniz, yoxsa əmək məzuniyyətinin hesablamasından? Elə bil ki, onun 14 gününü müəssisə ödəyir də. Siz xəstəlik vərəqəsinin hesablamasını deyirsiniz. Yəni əmək məzuniyyətini deyil. Xəstəlik vərəqəsinin, yəni balniçnin üzərindən hesablamalar aparılanda orada tam ay, yarım ay falan söhbətləri yoxdur. Orada son 12 ay ərzində qazancı toplayırıq və bölürük həmin o müddətin içindəki olan iş günlərini. Yəni biraz orada bir neçə dənə üsuldur, o bir neçə dənə addımda onların hesablanmasında. Yəni gündəlik müavinət hesablanır, sonra bir günlük hesablanır, sonra ortalama hesablanır və sonda neçə gün xəstələnibsə onun iş günlərinə falan bölürük. Bu başqa. Amma orada son 12 ayın birbaşa qazancını götürürsünüz. Daha ola bilər ki, 12 ay ərzində, misal üçün, ortada 2 ay, 3 ay işləməyibsə, yenə də o 12 ay götürür. O 12 ay götürür. Bütün aylardakı olan fərqi yoxdur. Bir gün işləyib, yarım gün işləyib, tam aydı, yarım aydı fərqi yoxdur. Toplayırıq. Başqa şirkətlərdə nə kimi arayışlarımız var, nə kimi məlumatlarımız var, hamısını toplayırıq və onun hesablamasını aparırıq. Yəni orada bölmürük. Tam ay ya yarım, o 100%'dir. Orada bölmürük. Sadəcə orada bəzi nüanslar var. Onu bilsiniz, onun cədvəlin üstündə göstərəndə daha rahat olur. İndi şifahi olaraq bilmirəm fikrinizi. Bilirəm, xəstəlik kağızını DSMF-də məsələn yığanda onu bilirəm. Mənim o tam ay məsələsi maraqlıydı. Çünki 14 günü bizim üstümüzə düşürdü. Ona görə maraqlanırdım. Yəni tam ay, yəni ümumiyyətlə bütün qazanclar toplanır. Burada tam ay ya yarım ay daxilmir. Yəni işləməyibsə də onun qazancı yoxdursa, onda onun gününü götürməliyəmmi? Bəli, götürməlisiniz. Hı-hı. Hətta bəzi nüanslar var ki, orada çıxılır. Misal üçün, həmin ərəfədə tamam işçinin qazancı olmayıb, amma ola bilər ki, işçi xəstəlikdə olub, yəni başqa bir xəstəlik vərəqəsi üzərindən olub. Yəni fərqli hallar var orada. Orada Nazirlər Kabinetimizin 189 saylı qərarı var. Orada detallı olaraq yazılıb. Yəni orada hansı günlər daxil edilir, hansı günlər çıxılır, orada detallı olaraq yazılıb. Ora baxsaz daha yaxşı biləcəksiniz. Aha, okey oldu. Təşəkkür edirəm. Tam ayı, yarım ayı falan hamısını götürün. Mütləq şəkildə hesablayın. Hı-hı. Çox sağ olun. Buyurun dostlar. Təşəkkür edirəm dostlar hər birinizə. Hər hansı bir qaranlıq qalan suallar varsa, hər hansı bir təcili cavab tələb olunan bir suallarınız varsa, əməkdaşlarımıza göndərərsiniz. Biz çalışarıq mümkün dərəcədə ən qısa zamanda o sualları cavablandıraq sizə. Şəbnəm xanım, sizin sualınız bir qıraqdadır. Mən onu araşdırıb detallı olaraq sizə geri dönüş eləyəcəm. İnşallah ki, oradan da düzdür, praktikada belə bir halına rastlamamışam, amma çox gözəl bir sual idi. Baxın, sizin kimi iştirakçılar, sizin kimi suallar sayəsində
biz də özlərimizə çalışırıq. Ən azından bu mənim üçün də yeni bir dərs oldu. Təşəkkür edirəm hər biriniz üçün dostlar. Təşəkkür edirəm ki, 2 saat vaxtınızı bizə sərf etdiniz. 2 saat ərzində dinlədiniz. Reaksiyalar verdiniz, smayliklər, emojilər göndərdiniz. Təşəkkür edirəm. Suallar verdiniz, yazdınız. Xoş sözlərinizə görə hər birinizə təşəkkür edirəm. Doğrudan da mənə bu öncədən tanıdığım şəxsləri də görmək yenidən bir xoş oldu. Bu başqa bir pozitiv bir enerji gəldi. Ümidvaram ki, biz sizinlə yenə görüşəcəyik. Fərqi yoxdur. Bu master-klasslar ola bilər, kurslar ola bilər, tədbirlər ola bilər. Ümumiyyətlə, həyatda ola bilər ki, haradası bir tanış olaq, bir-birimizi görək. Hər birinizə təşəkkür edirəm və hər birinizə uğurlar arzu edirəm. Biz gələcəyin HR mütəxəssisləri və aranızda təbii ki, bəlkə də məndən üstün olan vəzifəcə, praktikada olan şəxslərimiz ola bilər. Hər biriniz dəyərlisiniz və hər birimiz istədiyimizə gec-tez nail olmağa layiq olan bir insanlarsınız. Hər kəsə təşəkkür edirəm. Hər hansı bir belə deyim, xoşa gəlməz bir hal baş veribsə, nəsə bir xoşa gəlməz istifadələr oldusa, hər birinizə yenə də bir daha üzr istəyirəm. Amma çalışıram mən sizlə ekran qarşısında olanda da bu başında olsam da sizi doğrudan da yaxından qəbul edirəm və çalışıram sadə dillə bu öz sözlərimi ifadə edim. Ümidvaram ki, hər şey anlaşılan şəkildə oldu və doğrudan da bu vaxtınızı səmərəli şəkildə istifadə etdiniz. Hər kəsə təşəkkür edirəm. Suallarınızda Şəbnəm xanımın cavabında təbii ki, qrupda paylaşarıq ki, digər iştirakçılarımız da bundan faydalansın. Təşəkkürlər hər biriniz üçün. Gecəniz xeyrə, yeni görüşlərə.